Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adıyla. Bu günləri beyin mühəndisliyinə qarşı Türkçə əski kitablar proqramının 323-cü bölümünə başlayırıq. Allaha şükür olsun ki, bu günü də bizə qismət elədi. Ta biz eləyə bilək dədələrimizin bizə qoyduğu miraslardan tanış olaq. Dünən iki kitabla tanış olduq. Biri Şah İsmail və Gülzar xanımın hekayəsi haqqında idi. Bunu öncələr də oxumuşdum, nəzərimə gəldi. Ona görə çox ondan bir səfə oxuduq və qeyd etdik. İkinci kitaba başladıq. İkinci bir məcmua idi. Hər şey içində var idi. Mutlaka sonlarında bir dana risalə var idi, iqtisadi. Çoxu da ərəbcə idi. Sonlarında bir 70 səhifəlik falan bir yazı var idi Türkçə. Çox gözəl bir yazı. Ekonomi haqqında, iqtisad haqqında, riba haqqında, mənfəət haqqında və o kitabın da Kitab-ı Yəbu'a, yəni beylərin cəmi, alver. Alver kitabı ki, Həmzə Əfəndi adında bir şəxs onu Türkçə yazıb ki, türklər də eləyə bilsinlər, dini nəzərdən baxsınlar. Amma hər halda o kitab dində bu genişlikdə bir şeylər olmadığı üçün Quranda mənzurum. Din deyəndə Quran. Bu din dediyimiz bir şey ki var bu günləri, bunlar mollaların nəzəridir. Bunlar zaman, şərait, məkan, mənafe, zərərlərdən qaçın ya mənafe qazanmaq üçün bir də bir fikirlər ürətiblər. Əslində bunlar bir zaman məmləkətin düşüncə fikrini ürətirmişlər. Və o kitabı oxuduq. İndi görək bu günləri hangi kitaba gedirik. Eyni halda mən dün bir cəlib bir şeyə rast gəldim. İndi bunu hardan tapacaqdım? Mən dünən bir şeyə rast gəldim. Neçə ildən sonra Tazaşdan Turuz adlı kitabxanaya rast gəldim. Onlayn kitabxanadır Turuz. Mənim bir əziz dostum bu kitabxananı idarə edir. Ona o şeylə rastlaşdım. Kitabxana ilə rastladım. Bunun bir bölümü var imiş. Əlyazmalar kitabları. Mən o əlyazmalar kitabları bölümündə getdim və bir çoxlu kitabları özümə göndərdim. Bu o Turuzun şeyidir, əksidir və ya deyərəm armıdır. Turuz.com-dur özü də. Nöqtə ilə turuz.com gedir bu kitablar. Buradan bir 50-60 dənə kitab linkin göndərdim şeyə, bu WhatsApp-ıma özümə göndərdim ki, buradan bunları indirə biləm. İndi fəqət sizə onun listini göstərəcəm ki, o 50-60 kitabı görəsiniz. Diqqət buyursaz. Orada çoxlu Şah İsmail ilə Gülzar haqqında çoxlu nüsxələr gördüm. Nüsxələri biz yaxşıdır ki, o bilək bunları. Buradan başlanır əslində. Nüsxələr buradan başlayır. Məsələn, bu kitabı indi gedib burada tapsaq, indi mən onun üstünə tıkladım, gəldi. Görürsünüz, Turuz, bura Turuzdur. Türkçə ərəb əlifbası ilə ya türkçə ərəb əlifbası ilə yazıbdır. English, Azərbaycan, yəni Latincə və Farsca, Farsi. Və burada Şəhriyar, sözlük, türkoloji, dil və dilçilik, mifoloji, fəlsəfə, dədə-Qorqud, şeir, folklor, əlyazmalar. Mən əlyazmaları açmışdım. Ata sözləri, bayatı, tapmaca, uşaq, gülməcə, nohə, musiqimiz, hər qonudan və el bilimi dərgisi, bu bir dənə dərgi adıdır, şəkil. Bunlar o qonuların adlarıdır. Mən kitabları məsələn buradan gətirmişdim. İndi burada çox rahatca bunu bir endir var, bir oxu var. Məsələn, mən bunu vurdum indirə, indi indir burada açılacaq bu kitab və bu dostum çoxdandır bunun üstündə işləyir. Mən deyərəm bəlkə 2000
16-17-də mən bu adama biraz köməklik elədim bu dostumuza, amma davam etmədim köməkliyə. Bir müddət köməklik elədim. Bir neçə yüz kitabı, bəlkə neçə min kitabı upload eləməyə mən göndərirdi mənə, mən də onu şey edirdim. Biraz ehtimal verirəm İranda olduğu üçün bunun da burada nə dürsüzə şeydi, amma sürəti gecə çox idi. Yəni çox rahatca mən buradan kitabları vururdum. 2 saniyənin, 3 saniyə içində kitab açılırdı. Bəlkə də bu kitab çox yekədir, ona görə aşmır. Hər halda istədim bunu da sizə göstərim ki, belə bir imkan da orada var imiş və var. Buradan da şeyləri görə bilərsiniz. O məsələn dedim ki, Şah İsmailin hekayəsi və Gülzarın hekayəsi gəldi. Ona görə onu dedim. Getdim ora. Orada o heç olmasa bir 10 dana mən nüsxə gördüm. Müxtəlif nüsxələr. Nəqqaşı fərqi ola bilər, başlanğıc fərqi ola bilər, ortada cümlələrin fərqi ola bilər filan. Nüsxələrdir də. Yəni bir nəfər məsələn mən nüsxə yazıram, bəzi yerdə görürsüz deyirəm bu nəzərimə düz gəlmir, bunu dəyişdirək filan bəhman. Nüsxələrdə də o cür işlər görə bilərlər, ya da bəzi cümlələrlə yanlış olar, izafə elərlər, ya bəzi cümlələri görməzlər, şeylərlər. Nüsxələr o cəhətdən əl yazması özü də mühümdür, tarix mühümdür. Nüsxələrdəki hansı tarixdə, hansı nüsxə yazılıbdır, harda saxlanılır, onlar da mühümdür. Nə keyfiyyətdədir, kağızı nə cürdür, rəngi nə cürdür, əl yazması nə cürdür. Bunlar hamısı o kitabın bir dana kitabın və neçə danası əldədir. Yəni o yaygınlığını da göstərir. Eyni halda bunlar əldə olanlardır. Mümkündür bir çox kitablar olsun ki, əldə olmasın. Fütuhat-ı Məkkiyyə çox bir ciddi kitabdır. Bunu açaq və eyni halda gedək bir dana da ayrı kitab. Şəcəri Türki, bunu aşmışdıq belə bir şey kitab. Amma bir də baxarıq bəlkə fərqli bir şey olarlar ya fərqli nüsxə olarlar. Bunları görək. Tərcümə, Yebu və Şah İsmail və Gülzar. İndi buna baxaq. Əvvəl bu kitaba açdıq. Fütuhat-ı Məkkiyyə. Əvvəlcə başda bir iş görək. Budur ki, bu kitabı kiçildək və görək ki, kitabın əksi bizə o kitab haqqında nə deyir? Kitabxanadakı saxlayırlar. Kitabın bəllidir, üstündə bir nəqqaşisi var imiş, aradan gedibdir, cildi təqribən çox köhnəlibdir, qıraqlarına baxırıq, yeyilibdir, gedibdir, yəni biraz çox köhnəlibdir. O bizə bir məlumat verir kitabın haqqında. İkinci səhifəsinə baxırıq, burada görürük ki, açılıbdır, ya kirlidir, ya da qərədir, amma mənim üzərimə kirli gəlir bu səhifəsi və ha belə qıraq səhifələri, həm su geçibdir, ehtimalə ər tərləyib, su tökülüb, yağış yağıb, ola bilər ki, su olmayan adam bir yerə gedəndə götürmüşmüş, yağış yağıbdır, geçib içinə. Və burada bir şey görürük, Haşiyi Nuxbə li Həzrəti Haqqi Əl-Bursəvi Qəddəsə Sirruh. Ehtimalən bu ərəbcədə Haşiyi Nuxbəhu ya Nəhibbəhu li Həzrəti Haqqi Əl-Bursəvi, Bursalı. Bursa bilirsiniz bir şəhərdir Türkiyədə, bugünkü Türkiyədə də qalır. Orada bir böyük bir alim var, adı Həqqidir, dərvişdir. Çox kitablar ondan bizə miras qalıbdır. Əl-Mas ibn Rəməzan ehtimalən kitabın sahibidir. O birisi səhifələri açırıq, görürük ki, onlarda da bir də şeir kimi bir şeylər yazılıbdır, baxarıq buna. Və burada bir möhür görürük, 2 dana möhür görürük bu səhifədə. Hasbunallah ni'məl vəkil Abduhus Seyyid Əl-Hac Əhməd Cəmil. Yenə də aşağıda Əl-Hac Əs-Seyyid Əhməd İndi burada bir dana tarix qoyubdur, calibdir. Bu tarixi görüm, yekəssaq görə bilərik. 1303-də, yəni 1303 yox, 140 il bundan öncə bu kitabın bu möhrü vurulub, üstəki də fərqlidir. Əl-Hac Əs-Seyyid Əhməd
Mühasibə cəziyyə belə bir şeydir adı, bilmirəm nədir. Hər halda bu möhürləri gördük. Bu birisi səhifədə də imza görürük. Baxarıq görürük ki, bunlardan bir şey baş tapacaq yox. Kitab Süleymaniyyə kitabxanasında İstanbulda saxlanır, Fatih məhəlləsində. Bu səhifəyə gələndə görürük ki, yazılar biraz çox sistematik olur. Li xəmsətü ətfa bihim narul cəhim əl-hatimə əl-Mustafa vəl-Murteza və əbnəha vəl-Fatimə. Li xəmsətün ətfa bihim narul cəhimi hatimə əl-Mustafa vəl-Murteza və əbnəhama vəl-Fatimə. 5 nəfər vardır ki, cəhənnəmə odu onlara görə sönər. Biri Mustafa, biri Murteza, onun oğlanları, əbnəhuma oğlanları vəl-Fatimə deyə belə bir şeydir və burada bir şey yazıbdır, bir mətn yazıbdır. Bu birisi səhifədə neçə dənə xətt görürük ki, əlbəttə müxtəlif zamanlarda Haza kitabun nuri izahil məşkut ya mişkat fi tərcüməti min əbvabil zu'i hal şeyx əbvabi el-fütuhatil lil şeyx adı kitabın fütuhatdır. Pəs burada Haza kitabı nuri izah. Bu el-mişkat, bu kitab ki vardı, nuri izahı mişkat. Bu bir dənə böyük kitabın içində bir kitabdır özü, risalədir. Deyir ki, odur fi tərcüməti min əbvabi əl-fütuhat. Əbvabi fütuhatdan biridir. Tərcümə olubdur. Şeyx Ömər Əfəndi əl-fəriqu bimla Kurani, bimalla Kurani, ehtimalə ta'rifu ya əl-ərifu tanınan bimolla Kurani nəvafi, ehtimalə nəva bunun adıdır. Fi sənəyə, indi burada bir sənə bir şey yazıb, amma əgər tapa bilsəm çarda yazıbdır. Bi xətti rəmşül kitab isbu ət-təhiri tövfiqi indəllah nömənə 1188-də bu kitabın tərcüməsi olubdur. Yəni, indi baxsaq bunu desək ki, bu ha zaman olubdur, bunu mühasibə eləyək. İndi 1447-ci il deyək, bundan çıxsaq 1188-i ki, deyir, bu kitab o zaman yazılıbdır. 259 il bundan qabaq bu kitab tərcüməsi bu nüsxə yazılıbdır. Bu nüsxənin şeyidir. Burada əlbəttə çoxlu şeylər görürük. Mən fəqət o tarixə diqqət elədim. Ondan sonra burada zahirən bir dənə farsca görürəm. Yenə də burada bir farsca görürəm. Yəni, müxtəlif yazılar vardı. Bilmirəm ki, bunu bir adam yazıbdır, yoxsa müxtəlif adamlar yazıblar, onu bilmədim. Burada da dedik bir səhifə var ki, onu da keçdik. Kitab buradan başlayır. Bu məhəll Fütuhat-ı Məkkiyənin 11-ci babinə nazir olan əsrarıdır. 11-ci babda belə bir kitab yazılıbdır, onu görsəniz. Kitaba elə belə baxanda görürük ki, xətti əyri çəkibdir. Bu quşədə enli tutubdur, bu quşədə gətiribdir, az tutubdur. Xəttlər də, yəni sətirlər də bu cürsə əyri-əyri gediblər, əşyalıyacan. Bunu da görürük. Beləsi bir vəziyyətdədir. Kitab hər halda belə başlanır. Üstdə bir balacə qapı başı kimi bir şey düzəldiblər və dövrədə çarçıvə qoyublar. Qırmızı rənginlə, qərə rənginlə, zeytuni rənginlə bir çarçıvə qoyublar. Dedik, bu məhəlli Fütuhat-ı Məkkiyənin 11-ci babinə nazir olan əsrarıdır. Əsrarı ki, orada var imiş, onu burada 11-ci babdan, o kitabdan ayırıb burada yazıbdır. Üstdə yenə kitabın başı üstündə bir şeylər yazılıbdır. Çox bəzi yerdə bilmirəm, bəzi kəlmələri də ki, istəyibdir anlata, atda onu tazaşdan tərcümə edib, ehtimalən ərəbiyə ya türkcədən onun ərəbisini də yazıbdır. Çox şuluq olub bəzi yerdə, baxdım gözüm biraz şey oldu. Elə zahirən o dediyim vəziyyətə çarçıvə davam edir. Kitab çox enli bir kitabdır, boyu da çox uzundur. Görün bunun neçə sətri var? 2, 4, 6, 8, 10, 12, 14, 16, 18,
20, 22, 24, 26, 28, 30 sətir yazıbdır. Hər səhifədə 30 sətir. Kitabın sətirlərin də eni çoxdur. Yəni dedim kitabın eni çoxdur. 30 sətir, yəni bu dünənki kitabla ki görmüşdük 27 idi ya 28 idi. Bu 30 sətirdir. Yəni daxı çox şuluq yazılıbdır, bir-birinin içində yazılıbdır. Yəni bunu indi neçə səhifədir? Yazıb ki, Fütuhat Məkkiyyə 1185 yazıblar, amma biz tapdıq burada neçə idi? Adı yazaq. Tərcümeyi Bab-ı 11 Fütuhat-ı Məkkiyyə. Əslisi belədir bunun adı, amma bunun adı var idi. Burada yazmışdı ki, nə mənə idi? Nur-u İzahil Müşkat. Əsli adı budur. Nur-i İzahi Əl-Müşkat. Bu dedi ki 1100 nüsxə. Nüsxənin tarixi nüsxədir. Hardan bilirik nüsxədir? Onu indi deyərəm. 1188 Hicri qəməridə bu nüsxə yazılıbdır. Yəni 250 neçə il öncə? 259 il öncə. 259 il öncə bu nüsxə yazılıbdır. Niyə nüsxə dedim? Əlbəttə ola bilər ki, tərcümə bu ildə olubdur. Amma indi kitabın öz içini oxuyanda görərik. Vəli nüsxəni buna görə dedim ki, bu ərəbcə imiş. Əsli ərəbcədir və bilirik ki, bu kitabı Fütuhat Məkkiyəni yazan hududən 800 ildən çox zaman bundan öncə Allahın rəhmətinə gedibdir. Bəzi kəlmələri və bəzi cümlələri qırmızı rənglə yazıbdır. Qıraq yazısı da var. Eyni halda ki, bu şuluqluqda yazıbdır. Qıraq yazıları da var. Yazıbdır ki, 352 səhifədir bu kitab. PDF-də bunu 176 səhifə görürük. Niyə ki, PDF-in hər bir səhifəsində kitabdan 2 səhifə qoyublar. Dediyim kimi, qıraqda o şey ki vardı, davam edir o vəziyyətdə, o çarçivələr və çarçivəni sonra çəkiblər. Bunu da deyək ki, əvvəl çarçivəni çəkərlər, için yazarlar, yox. Əvvəl yazını yazıblar, sonra dövrəsinə çarçivə çəkiblər. Hardan bilirik? İlahi fikir, ilahi fikir. Biz Asqıranda bəzən deyirik Allah şükür, bəzilər deyirlər xurafədir. Bu xurafə də olsa dünyanın hər yerində raicdir. Məsələn, Kanadada, Amerikada God bless you deyirlər, ya bless you. Yəni biraz xırdalanda deyirlər bless you, Allah bağışlasın. Ərz edeyim ki, burada görürük ki, qıraq yazını yazıbdır. Kadr gəlib o qıraq yazı yetişəndə kəsilibdir. Bu 2 səhifədə görürük bunu ki, kadr kəsilib kamilən. O qıraq yazını yazıblar, sonra və hətta bu birisi səhifədə görürük ki, bir cümləni tövzih verilmiş, ya da yarımçılıq yaddan çıxmışmış, onu xətt çəkib burada yazır. Yazdığı üçün sütunu qırıblar, hətta o qırmızı sütunun eşiyi ki, çarçivənin eşiyi ki, qırmızıdır, onu belə tazaşdan çəkiblər qırağına, amma əslində o sınıbdır. Bu, onu göstərir ki, bu kitab. Yenə burada bir yerdə görürük, bir dana kəlməni uzaldıblar cümlədən gedib eşiyə, orada şey qırılıbdır, çarçivə sınıbdır və yazı qalıbdır. Kitabın burada görürük ki, 17-18 səhifə qoyublar, sonra da latincə 13 qoyublar, yəni 2 səhifədən birini qoyublar. Yenə burada görürük sütun cırılıbdır, 2 yerdə, 3 yerdə, hətta 4 yerdə burada bu səfərdə görürük ki, sütun sınıbdır, çarçivə sınıbdır, ta eləyə bilər o. Yəni təqribən hər səfərdə ya 2 səfərdən bir görürük ki, sütun sınıbdır, o çarçivə sınıbdır. Burada nömrə qoyublar. Əlbəttə nə cür isə burada kitab yetişdi sona. Bir səhifə boşdur, 15-ci səhifə kitabda yazılan. 15-ci səhifə latincə yazılan 2 cür ədəd qoyublar. 1-2 ki biz
İranda bilirik nə cür yazılır. Bir də latincə, ingiliscə yazılan 1-2 ki, onu da burada görürük. Hər ikisi də vardı. Kitabın 22-ci səhifəsi nədən isə boşdur, çərçivəsi də yoxdur. Arxası yazılıdır ehtimalən. Bəli, 23 qoyubdu. Və fərqli yazılıb. Yəni kitabı bayaqdan başdan aşağı uzuna yazırdı. İndi belə çeviribdi, kitabı eninə yazıbdı. Cümlələr daha uzundur. Burada bir kağız var imiş. Nə imiş? Onu yazıb ki, sicil nömrəsi 1166 15Ş. Nədir bu da? Bir kağızdır. Bunun içinə qoyublar, yazıblar. Beləsi. Nədir bu? Burada niyə kitab qutarır? O kağız ki qoymuşlar, onun arxasında da bir yazı var. İndi geçsən bir də bunu baxsaz, bu üzdə bu sicil deyə kağızı yapışdırıblar. Bu üzdə də əcəba bu kağızı sonra yapışdırıblar. Yəni bu ağ kağız ki burada görürük, iki tərəfi də boşdur. Əcəba bu sonra yapışıbdı ya yox? Onu burada sual soruşmaq lazımdır. Həm tazadır, həm də kağızın rəngi, formu tazadır. Bu kitab taza yapışdırıblar bura. Niyə? Bilmirəm. Buradan da bize yazır ki, müqəyyəd olduğu haldə nüfuz iqtidar mümtəni edir, təmmət. Burada qutardı nədir? Bu məhəldəki Fütuhat-ı Məkkiyənin 73-cü babinə nazir olan əsrarıdır. Buradan da bir ayrı kitab, o kitabın içində Fütuhat-ı Məkkiyədən bir ayrı bölümü açır. Eyni vəziyyətdə yenə də sətirlər çox, bir-birinə yaxın, kəlmələr hamma ayrıdır. Bununla belə ki, sətirlər bir-birinin qarnına giribdir, amma kəlmələr əslində demək olur ki, sətirlərin arasında məsələn 1 millimetr bəlkə ya 2 millimetr ara var. Bu qədər bir-birinə sətirlər yaxın yazılıblar. Bu da ikinci şeydir. Əhlində elə bəs bu Fütuhat-ı Məkkiyyə olacaq. Çünki oradan-buradan babların şey eləyibdir. Yəni bir çox bu məhəldəki Fütuhat-ı Məkkiyənin 73-cü. Burada da məsələn görürük ki, bəs Fütuhat-ı Məkkiyənin bir neçə babıdır. Heç bunu yazsaq, 11-i götürsək, elə yazsaq Fütuhat-ı Məkkiyyə, tərcümeyi Fütuhat-ı Məkkiyyə daha yaxşı olar. Heç o Nur-i İzahül Mişkat da deməyək. Yəni onu o qalsın feylən beləsi görək ki, nə olur. Kitab o vəziyyətlə davam edir. Burada bir şumarələr də görürük. Əcəba bu şumarələr sətir şumarəsidir, nə şumarəsidir? Məsələn 43, 44, 45, 46, 47, 48, 49, 50 elə bu cürsü sayır ta 59-a. Əcəba bu nəyin nömrəsidir? Ehtimalən sətirləri neçə dana sayırmış. Ya cümlələri, qonuları sayırmış. Ola bilər. Çünki burada görürəm hər qonuya bir dana, hər qırmızı xətki yazılıbdır, ona bir ədəd qoyubdur. Mən kitabın özünə baxsam, 1, 2, 3, 4, 5, 6. Burada 6 da nədir? Düzdür. Burada neçədə? 7-dən başlasa 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 16 olacaq, düzdür. Yəni, qırmızılar hərəsi bir qonu olduğu üçün o qonuların nömrələrini qoyubdur. Bu kitabda çox cəlibdir. Məsələn, burada bilirsiniz 73 dənə qonu haqqında və burada 94, 122, 132 beləsi davam edir. Cəlibdir. Burada kitab elə bir istir qutarsın. Kitabı səfənin əvvəlin əyri quşədən quşiyə başlayıbdır. Beləsi yazıb. Yəni kitabı gərək beləsi çevirəsən, tərsə tutasan. Tərsə tutulmasa biraz çevirəsən, oxuyasan, aşağıda bu quşədən başlayıb bu quşədə qutarıbdır. Yəni kitab beləsidir, amma quşəni buradan başlayıbdır, burada qutarıbdır. Bu da bir formudur, mollalar qədim yazardılar. O formda yazıbdır. Ehtimalən burada qutarır. Yəni oxumasaq görmərik ki, nədir. Sonra bir ayrı səhifə, yenə burada görürük bir səhifə boşdur. Özdə baxsaq görürsünüz bu səhifə o birisilərdən böyükdür, ehtimal verirəm. Bir ağ səhifə qoyublar bunun arasına. Bunun arxası da boşdur. Yəni bu yüzü görürük vardı. O yüzündə niyə bunu qoyublar? O yüzü görsənmir. Məsələn burada da görürük. Əlbəttə o yüzü görsəndir. Yəni bu yüzü də görsənir. Bu yüzündə bir şey yazılmayıbdır. Sonra davam edib. Burada aynı nömrənin davamıdır. Yəni nədən isə orada o gəlibdir. Onu mən hikmətin bilmədim. Yəni düzdür ki orada burada 149-u gördük. Tamam. 146-nı görürük. Ondan sonra bu ədədləri qoymayıbdır.
Bu birisi səhifəyə gələndə görürük 150-dən başlayıb. Yəni həman şeyləri davam edibdi. Çox burada möhrü görürük. O bir dənə ayrı möhürdür. O möhürlərə bənzər əlbəttə, vəli fərqli möhürdür məncə. Burada da o qırmızı xətlərdən görmədiyimiz üçün nömrə də qoymayıblar. Davam edirik. Kitab çox getdikcə burada ehtimal verirəm ki, ərəbcədir mətnin hamısı. Çox qərəldir, yəni. Baxırıq kitaba, bu şəkildə biraz sürəti çoxaltdım ki, daha çox tozih verməyək. Kitabın fizik, əlbəttə kitabın fiziki çox mühümdür. Yəni kağız özü əl vurasan, görəsən, onun iyləyəsən, çox mühümdür. Bəlkə bir zaman bilmirəm. Elm o qədər, texnoloji o qədər qabağa gedir ki, insanların əlinin təri ilə eləyə bilərlər. Burada görürlər ki, nə var. Burada yenə ağ səhifələrdən birini görürük, taza qoyublar. Üstündə bir yazı yazıblar. Əcəba bunu oxuya bilərmiyik, otura bilmərik. Onu sonra bir baxmalıyıq. Arxasında heç zət yoxdur. Ehtimalən bu səhifələri oxuyanlar qoyublar. Ehtimalən kitabın sahibi qoyubdur. Ya da kitabxana qoyubdur. Onu da yenə bilə bilmirəm. Burada qırmızı yazı ilə çərçivələri, burada bəzi yerlərdə qırmızı yazı ilə yazıblar. Çərçivədən eşidək, qıraq yazıları. O cürsü. Burada Babül Mükaşifə deyə bir bəhsi yenə değişdi. Çox dəyişir. İçəridə bablar tez-tez dəyişir. Uzun cümlələr olanda məlum olur ki, bu məhəl dəxi Fütuhatın 232-ci babinə nazir olan əsrarıdır. Məsələn, indi burada görürük ki, çox bəlkə də hamısındır, bəlkə də şey deyil. Bəzisi bir səhifədir, bəzisi yarım səhifədir, bəzisi 2-3 səhifədir babların. Ona görə məsələn burada uzun sətirləri görəndə daha bunu inandım, qırmızılar, uzun qırmızı yazılanda babları dəyişir. Və bu da təqribən hər səhifədə bir dənə ya 2 dənə təkrar olur. Məsələn burada 3 səhifədə təkrar olmadı. Davam edir. Burada bir dənə gəldi. Burada yenə hər səhifədə bir dənə ya 2 dənə vardı. Yenə 2-3 səhifədə təkrar olmadı. Yenə burada bir dənə ayrı ağ səhifə qoyublar kitabın üstünə. Orada bir şeylər yazıblar. Həm də ərəbcə yazılıb ehtimalən. Surət-i külli ilə. Yox, türkcədir. Arxası da boşdur. Yenə orada ehtimalən bir yazıdır, bir nəfər kitab oxuyurmuş düşüncəsini götürüb orada. Çox gözəl xəttinə yazıb əslində. Kitab, əlbəttə deyəm, bu kitab oxunur. Yəni, bununla belə çox şuluq yazılıbdır. Sürəti daha çoxaldıram. Çox gözəl oxunan bir xətdir. Burada kitabın, əvvəldə biz qıraqda yazılan tarixi oxumuşduq. Burada yazıb kitab 1185-də yazılıbdır. Biz də burada 88. 3 il fərqi vardı bu yazı ilə o yazının. Kitabın içində o nüsxəni yazıb ki Təmmət be'unəllahu Teala bi müştayi şəmna nə deməkdir bilmirəm. Səneyi 1185 burada bir şey yevmi xəmis 86 bir şey ya 84 də orada bir şey yazıbdır. Nə deməkdir bilmirəm. Yevmi xəmis Tazaşdan yenə bir ayrı kitab. Bu ayrı bir kitabdır ehtimalən. Bismillahirrahmanirrahim. Kitabın qırağında yazı yazıb. Orada yazıb ki Rusiyyə lil Şeyx Muhyiddin Ərəbi Əndülüsi Əbdülqadir Ceyli Qəddəsə sirruh. Yəni ehtimalən bu Gavsiyyə adında bir kitab ki Muhyiddin Ərəbi rəhmətlik yazıbdır. Necə ki Fütuhat Məkkiyəni o yazıbdır. Əndülüsli. Amma bu Əbdülqadir Əl-Ceyli Qəddəsə sirruh olan şəxs, Allah hər ikisinə rəhmət eyləsin, bunu ehtimalən yazan şəxsiyyətdir. Yəni nüsxələyən şəxsiyyətdir. Fütuhat Məkkiyədən vücudə dair. Burada əlbəttə bir səhifə bir şey yazıbdır, o qutarıbdır. Sonra bir ayrı məsələ başlayır. Oradan onu gördük. Burada yenə bir ağ səhifə var. Ehtimalən kitabın sonudur bura. Kitabın sonuna yetişdik. Ağ səhifələr və axırda görürük ki, hesabı
cildə və kağıza su keçibdi. Çox önəmli kitabdır Fütuhat-ı Məkkiyyə. İslam dünyasında özəlliklə çox önəmli bir kitabdır. Gəldik bu kitabın əvvəllərində bir şeylər yazılıb. Əcəba bunları oxuyaq ya oxumayaq. Şeir kimidir. Molla Kurani Ömər Əfəndi namzatun Mühyiddin Ərəbi Həzrətlərinin Fütuhat-ı Məkkiyəsində fəmənnə zalikə dediği fəmənnə zalikə ya fəmin zalikə dediği məhəllilərin tərcüməsidir. Molla Kurani adında bir Kurani adında Ömər Əfəndi, Molla Kurani Ömər Əfəndi. Yəni Ömər Əfəndi Molla Kurani desək daha yaxşıdır, adı beləsidir. Bu deyir ki, Mühyiddin Ərəbinin bəzi mətləblərin tərcüməsidir. Tərcümə edibdir. Ehtimalən Molla Kurani həman Molla Kurani olacaqdır ki, Fatih Sultan Məhəmmədin yanındadır, yoxsa bilmirəm, o fikirdim oradadır. Qələmi və lawhi fil vücudi bimuddə qələmül ilâh və livah və lawhihil mahfuz və yedi biminəllah bi ehtimalən yemin və yedi yeminəllah fi melekutih ma şi'tə ecra və rusumə. Hər halda ərəbcə bir şeirdir. Nur-i İzahül Müşkut, gene adım burada yazıb Nur-i İzahül Müşkat fi tərcümə min əvvabil fütuhat. Bu kitabın əsl adı budur. Yəni kitabın türkcə adı Fütuhat-ı Məkkiyyə deyilmiş. Bəlkə neymiş? Burada. Çünki türkcə kamil o Fütuhat-ı Məkkiyyə tərcümə olmadığı üçün yazıb ki ad. Tazaşdan yazıram bunu. Nuri İzahı el-Mişkat fi tercümeyi min ebvabil fütuhat. Burada bu kitabı yazıyor. Əhl-i məlamət ki səlamət rəvənd, rah-ı səlamət bi məlamət rəvənd. عاشق بیدل به جفا لایق است، عاشق بیدل به جفا لایق است. سنگ ملامت محک عاشق است. Sultan Selim Həzrətlərinin fəthnamə şərifə təvəccühlərində sunuh eylədi. Nütqi şərifləridir. İhtimalən nədir bilmədim. Bircaz xarici, bərcazi xarici, zadədir, nədir? Zahəram, necə? Cuz əsəd. Bircazi xarici, zəhrami, zihərami, necə? Cuz əsəd. Xun Hüseyin mi tələbim, ya Ali mədəd. Aha, ehtimalən bərcan xarici zikram necə cune ehtimalən xune əsəd nə beləsi olacaqdır. Hər halda oxuya bilmədim bunu. Farsı, türkçədir ya nədir? Ya leytə qovmi ya'ləmun. Burada da yenə bunlar xəttatlıq ediblər, bir şeylər yazıblar. Burada da şeylə Bismikəl Quddus qaddisni minni. İn kitab ba xətt lutəbəi abdi nəmənə abdi əhəd nəmənə rəhmətullah ələh. Bu kitabın xəttini yazıb ki, yəni kimdə, amma oxunmur. Qalə mürşid-i alim sallallahu aleyhi və səlləm, mürşid-i aləm olacaq ehtimalən. Qalə mürşid-i aləm sallallahu aleyhi və səlləm, əl-fəqru fəxri və qəbil və qilə əl-fəqrul həqiqi la yuhtaci ilə rəbbih əl-əskətəl fəqir ehtimalən ektəbə nə mənə deyərək bunu oxu. Əl-fəqir mükəlləfzadə,
Yazanın adı ehtimalən budur. Müzəffər Əmin Xacə. Xoca. Cuxə belə bir adı var. 1214-də bu imzanı vurub adam bura, hər kəsdə adını oxuya bilmədik. Molla Cami. Padişahın yedi nəminə hübbül olur. Padişaha mən bədri kəhat pənah avərdəm. Mən bir dərgahət pənah avərdəm. در حریمی حضرتی روی سیاه آوردم. Belə bir şeirdir farsça və kitaba yetişdik. Bu kitab əlbəttə yenə də əvvəldə bir səhifə var. Bilmirəm bu nə idi. Burada da çoxlu yazılar vardı. Onların da fəqət birini oxudum. Bayaqları ki Nuri İzahil Müşkat fi tərcümət min əbvabil futuhat, bu kitabın adıdır. Li Şeyx Ömər Əfəndi. Tərcümə kimdir? Mütərcim. Mütərcim kimdir? Şeyx Ömər Əfəndi. Şeyx Ömər Əfəndi məruf be Molla Kurani. Mərufi be Molla. Əlbəttə bunda Molla yazırlar da, onu da bilirik ki Kurani Nəvafi. Kurani Nəvafi. Bu tərcüməni burada beləsi bir şey yazıblar. Bunu da burada qoyduq. Tarixdəki dedik. Kitabın özü neçə hissədəndir? Bir hissəsinin tarixi bu ola bilər. Bir hissəsinin tarixi o 1185 ola bilər. Əl-əzəmətu şəarikə Allahümmə vəl-kibriyəu desarikə vəl-əvalimu əl-əqliyyətü ənvarikə vəl-əcramü əl-fələkiyyətü dairətun bisirrin minəl-əsrarikə əl-əhmədükə vacibül-vücud və əşkürkə ələ ma ni'amtə minəl-cud və usalli ələ ürəfa الكاملين العاملين المخصصين خصوصا على سيد المرسلين وإمام المتقين وقائد الغر. İndi bunu biraz geçəldik, bəlkə oxuya bilək. Və qaidil gərra təcillin, mütəcəllin ehtimalən ya muhaccəlin, belə bir şey olacaqdır. Muhammed Mustafa Xatemün Nəbiyyin və Əfzəlül Əvvəlin vəl-Əxirin sallallahu teala aleyhi və alihi ət-təyyibin. Amma bəd, məfxəri kübra və mə'dən ilm əhli yəqin və mənbəi zulali füyuzat aşiqin, qutbi dairi əflac qulubil arifin, sahibil fikr şamixi, hakimil əql rasixi, زاقی رحیق المعرفتی ساقی صبوح الحقیقتی سر الله الاکبر و کنز الله الازهر و نور الله الاطهر محیی الملتی و الدین الشیخ محی الدین محمد ابن علی العربی الطائی الخاتمی الاندلسی قدس الله تعالی سره و نفعنا الله بسره و روحنا و روحنا الله بقلوبنا بذکره Hazretleri Futuhat Mekkiye ve Sunuhat İlahiyesinin her babında sır həqiqi və şuunat mərifəti dürərbarlərindən fəmin zalikə dedikləri, fəmin zalikə yəni onlardan ya ondan, gene ondan, fəmin zalikə bu kitaba işarə edilir. Fəmin zalikə dedikləri məhəllərdə həzar əsrar tevhid ilə məşhun olan əsrar bablərindən
134 بابی مرد آجاه عارف بالله و واصل الی الله وحید دهره و فرید اسره مترجم الفصوص و الفتوحات کاشف اسرار المعضلات واقف آثار المبهمات الحنفی مذهبا و البیرامی مشربا سرا و ذوقا ارباب قلوب دلپسندی مرحوم منلا Kunranlı Ömer Efendi Hazretlerine اعزه احباسیnden ügde güşay müşkilat معنا و راهنمای مسلک اسما گرچی باشزاده علی افندی دخی dilin ne mana? Dövlət nişanından zulal visal olan zümre-i müvəhhidindən vəhdət-i vücuda qail və mərtəbe-i əyana vasil və ol dövlət-i illiyə-i behiyyəyə nail olan uşşaq zül-iştiyaqın qulubi lətafəti mənsublərin tərcüman-ı qeyb Xacə Hafız Şirazi əleyhirrəhmə vəl-Ğufran həzrətlərinin bu beyt-i lətifi müəddasınca beyt, nə cür yazıb beyt? Qəzəl gufti و در صفتی بیار خوش بخوان حافظ بیا و خوش بخوان حافظ که بر نظم تو افشاند فلک عقد ثریا را کوثر توحیدی لرب ریان و جوهر طریق و در حقیقتی جوش هوşlarına منگوش و دیده غیرت دیدelerin çöhəli səfa ilə didə can üçün səməndi himmətlərin taziyani qeyrət-i haqqani ilə soğ edib bu asar-ı cəlilül etibarın tərcüməsinə niyazmənd olduqlarıza Ömer Efendi mərhum dəxi səm'i can ilə qəbul və xan-ı himmət eksir təsirlərin məbzul edib 134 babi tərcüməyə qələm çeşidə qılıb əla təriq tərcüməti vəl izah sirril iftitah bin nikah buyruqları bin nikah buyruqları 11-ci babıdan bəd edib 11 babı şey eləməyibdi, tərcümə eləməyibdi 11-cindən 10-ca. İndi bir tozih verirəm bu xülasəsi nə oldu? 11-ci babdan bəd edib tamam eylədilər tələbkarani fəzail həqiqət və həvəskarani səvahil ümman məhəbbət və xutəşinasani Dürri deryای معرفت olan erbab istidad zül irşad müstegim müstidade توفیر zevk vəhdət və təksir şoq və məhəbbət üçün ölüv-i himmət qılındı. Allahümme təhhir qulubena benuri tevhidi vel irfan inneke entel mennan. Hər halda istəyir desin ki, bu kitabı Allah rəhmət eləsin Fütuhat-ı Məkkiyə adında mərhum indi adı yadımdan çıxdı, gedim burada adına baxım. Qutbuddin Ərəbi, Möhyiddin Ərəbi adını burada yazıbdır. Əlbəttə Şeyx Möhyiddin Məhəmməd Əli Ərəbi Ət-Ta'iyyəl Xavtəmiyyəl Əndülüsi deyə adın beləsi yazıbdır. Bu kitabı bu adam yazıbdır, ərəbcədir.
Molla Kurani adında bir adam bunun kitabın 150 neçə babın türkçəyə tərcümə edib. 11 babın tərcümə eləməyibdi. Bunların hamısı budur. Yəni buradan sonra bir şey yoxdur. Burada bu birisi səhifədə də çoxlu şeirlər, filanlar yazılıbdır ki, buradan keçək. Çünki kitaba rəbti yoxdur. Gedək kitabın içinə. Saili an aqidəti min kəlam Şeyx Quddəsə sirruh şeyxdəndir. Sailu an aqidəti əhsənullah zənnehu alimallah enneha şəhidallah ennehu və əfəndim hu. Belə deyə bu kitabın başında kitaba heç rəbti yoxdur. Kitabı alanlar bunu yazıblar. Necə ki o əlbəttə birinci bölüm ki oxudum başdan ayağa o səfəni şey yazıbdı. Nüsxəçi. Nüsxəçi bir səfədə tozih verir ki, kitab nədir? Müqəddəmə kimi bir şey. Sonra bir səfə boşdur əslində, ya əlbəttə bir səfənin üzü, yəni bir vərəq yox, bir səfə boşdur, arxasında kitab başlayır. Bu məhəl Fütuhat-ı Məkkiyənin 11-ci babinə nazir olan əsrarıdır. 11-ci babdan dedik başlayır. Bismillahirrahmanirrahim. Bu kitabın hər üçün uzun səfərdir. Bunun hər 50 səfəsindən bir səfə oxuyacağam ki, çox da uzun olacaq. Yəni hər səfə özü 10-15 dəqiqə vaxt aparacaq. Bismillahirrahmanirrahim. Sirrul iftitahi bin nikah. El-qulu min qailin fis-sami'i nikahun. فَاَيْنَ الْمَقُولِ اَنْ مَا يَكُونَ مِنَ الْسَامِعِ فَزَهَرَ ظُهُورُ الْمِصْبَاحِ التَّوَجُّهُ بِسَبَبِ الْقَوْلِ وَالتَّكْوِينِ عَلَى التَّعَيُّنِ فِي مَحَلِّ الطَّاهِرِ لِبُرُوزِ بَاطِنِ إِلَى الظَّاهِرِ وَهَذَا نِكَاحٌ بَيْنَ الْمَعْنَى وَالْحِسِّ. Əcəb. وَهَذَا نِكَاحٌ بَيْنَ الْمَعْنَى وَالْحِسِّ. O anlam ki düşünürük, onunla hissimizin arasında olan bir nikah, bir düyün, bir bağlantı. Mən buradan düşünmə, yəni o İslamda var ki, mollalar deyiblər bunu, bilmirəm Həzrət Məhəmməd zamanında da beləsi deyilib ya yox. İki nəfər bir-birindən evlənəndə gərək ürəkdən deyə ki, mən istəyirəm bundan evlənəm. Zorla yox. Ürəkdən, yəni deyir ki, həm burada o evlənmək anlamı, qavramı ola, həm də hissi bu ola. Belə bir şeydən danışır ki, mən bu adamdan evlənməyi istəyirəm. Yox, burada yoxdur. Dildə deyir, hiss eləmir, zinadır. Onun üçün mən deyirəm, İranın cəmiyyətinin bir çoxu zinazadədir. Təəssüflə çoxumuz bu cürük. Yəni xoşumuz gələ, xoşumuz gəlməyə belə bir vəziyyətdə doğulmuşuq. Və haza nikahun beynəl mə'na vəl-hiss. Vəl-əmrü əl-mürəkkəbü vən-nəfsü liyəcməə beynəl-kəşfi vəl-lətif və yəkunu bihi ət-təmyiz və tə'rif. Çox əcib şeylər danışır. Və in xalifə tərkibül məani, tərkibül huruf fəhvə, dahi bunları bəlkə tərcümə eləyəcək, mən istəmirəm tərcümə eləyim ona görə. Fəhvə kəxilafül mərifəti vəl-məruf sümmə yənzülül əmrün nikahi min məqamil iftitahi ilə məqamil ərvah və minəl mənazil rəfi'i من الرفيعة إلى ما يظهر من النكاح الطبيعة ومن ثبوت الأملاك إلى نكاح الأفلاك لوجود الأملاك ومن حركات الأزمان من الحركات الأزمان إلى نكاح الأركان إلى ظهور المولدات التي آخرها جسم الإنسان ثم تظهر في الأشخاص بين مناس والمناف فالنكاح ثابت مستقر ودائم مستمر. Tərcümə. Tamam, buradan ərəbcə Mevlana
Muhyiddin Ərəbi nə yazmışdı? Onu yazdı. Nikah haqqında. Amma tərcümə. Sirrül iftidahi bin nikah. İftitah icad aləmin sirri nikah ilədir. Bir də iftitahi icad aləmin sirri nikah ilədir. Fərat həqdə, zat həqdə kimin ənibdən, qeybidən. Zat həqdə kimin qeybidən zuhur aləmin sirri nikah ilədir. Pəs əvvəla ol nikah sari beyni əz-zəraridir. Əz-zəraridir. Əz-zərari nə deməkdir? Mən bunu biləm ki, hübb-i zatidir və saniyən qoli kündür. Və dəxi Allah deyir ki, evlənmək da qoli kün, Allah bilir ki, kün fəyəkün. Ol, oldu. İndi burada ki, və sani qoli kündür. Allahın əmridir. Və dəxi lüğətdə nikah və vətyi mənası nədir? Vətyi özü, fikir edirəm, vətyin dəqiq mənasını baxım. Vəthi ərəbcə sözdür, ehtimalən ər-arvad arasında özəl olan rabitəyə işarə edir. Mustəhələ vəthi fil-lüğətil ərəbiyyəti yəhmilu məani mütəəddidə təxtəlifu həsəbə siyaqilləzi yüstəxdimu fihi iləyki əbrəzuha. Deyir ki, bu cümlədə hangi mənada işlənir, fərq elər. Mən onların yap şeylərini. Əl-mənəl-lüğəvi əd-dusu və təmkin. Beşikli am əl-fi'li vəth yəni dası bil qədəm yuqalu vətən arz yeri ölçmək anlamındadır. Əy məşə əleyhə və minhə caətil kəlməti muti'il qədəm. Yeri ayağıyla ölçürlər, ona deyir ya yer üzündə yerimağa deyirlər ki, vəthiyə, yerimaq. Fil əlaqat-ı zövciyyə nədir burada? Yüstəxdimə hazəl müstələhi fil fikri vəl qanun lil işarət iləl cimai ol əlaqətin cinsiyyəti beyni zövcəyn. İki ər-arvadın arasında olan özəl cinsi halətə deyirlər təyik. Tamam, bu bizə elə bu mənanı axtarırdı, çünki burada nəzərimə gələn bu məna murad olur. Deyir ki, və dəxi lüğətdə nikah, nikahın mənası vəthi mənasınədir və əqd mənasına da gəlir. Amma bu məqamidə mütləq cəm-i mənasınədir. Deyir ki, burada ki, danışır Mevlana Muhyiddin Ərəbi, burada cəm mənasındadır. Mütləq cəm mənasındadır. Məsələn, ab ilə turabın cəmindən balçıq hasil olur. Ab ilə turab. Gözəl işlədibdir. Ab farscadır, turab da ərəbcədir. İkisini qatıb bir-birinə gözəl bir tərkib yaradır. Ab ilə turabın cəmindən balçıq hadis olur və balçıq ilə taşın və ağacın cəmindən bina qoyulur və səraylar hadis olur. Haqqi Teala Adəmin cəsədini balçıqdan xəlq edib nəfxi ilahiyyəsindən ruh izafisini nəfx edəcək aləmi əmri ilə aləmi xəlqi onda cəm qıldığı gibidir. Pəs ibtidai əmridə iftitahi kainat sirri nikah və cəmi səbəbi ilədir. Burada deyir ki, kollən nikah mənası ər-arvad arasına almırıq. Deyir, hər şeyi bir-biri ilə ki, mürəkkəb elədik, tərkib elədik, qatdıq. Tərkibin sözü türkçədə qatmaqdır, qatışdırmaq. Deyir, qatışdırmaqdır, cəmi səbəbi ilədir ki, ol iradə-i zatiyyə qul kün, qovli kün münəzzəm olub, münzəmm olub cəm olduğudur. Zira icad kainatı təəkkül etmək üçün
umur selasei etibari etmek lazımdır ki zat ma'al teveccüh ve iradi muhassesi ve emri çün yani gole çün ba'duhu gole çün ile məqulullah olan şey üçün ol canibdən dəxi umuri sələsə etibar etmək labüddür ki, ol şeyün sübuti və kün qavlini istima və dərhal qəbul əmri ilə təkəbbünü zahir olduğudur. El-qavlu minəl-qaili fis-sami'in nikah fə eynəl-məquli eynəmə yəkunu min sami. Qaildən sadir olan qavli kün sami'də eşidəndə nikahıdır. Yəni bir nəfər bir söz deyir, biz də eşidirik. Deyir ki, yəni o şeydir, nikah hesab olur. Qaildən sadir olan qavl kün sami'də, yəni eşitməyində, onun elə həman anda eşitməyində sami'də nikahıdır. Yəni qailün qavli sami'ün səm'ində cəm olur. Pəs eyni məqul, eyni ma yəkunu minəs-sami'dir. Çox əcib söz deyir. Söz ki ağızdan çıxır bir adamın qulağına yetişir, adam eşidir. Deyir ki burası çox cəm olur. Pəs eyni məqul o söz ki ağızdan çıxıbdır, o eyni o şeydir ki qulağa dəyibdir. Əlbəttə burada elmi cəhətdən biraz şeylər var, amma düzdür. Yəni cəm olur. Pəs eyni məqul, eyni ma yəkunu minəs-sami'i sami'dir. O şey ki qulağa eşidir, odur. Yəni qavli kün ilə məqulillah olan be eyni sami'dən hadis olanın eynidir. Fəzəhərə zuhurul misbah ət-təvəccühü. İndi burada əyri yazıbdır, o əyrilərə yetişirik. فظهر ظهور المصباح التوجه بسبب القول والتكوين على التعين في محل الظاهر لبروز الباطن. جدر obrisi səfi ilə zahir. Bu təqdiricə zuhuri misbah gibi təvəccüh zat zahir oldu. Qavli kün səbəbiyle və məhəlli zahirdə ol şey sabiti təyin üzərinə binai təkvin səbəbiyle. Mən əlbəttə burada bu anlamda, irfan anlamında baxmırdım. Mən bu əlam burada irtibatat anlamında baxırdım. Cəlibdir ki, biz bunu danışqahda Döktür Mehdi Muhsinyan Radın teorisini oxumuşuq bunu. Cəlibdir, onun teorisi ki, məsələn, axirin teori olurdu 30 il bundan qabaq biz dərs oxuyanda, 35 il bundan qabaq dərs oxuyanda danışqahda biz bunu oxuyurmuşuq. Amma orada bir 500 səfərlik kitab oxuduq. 500 səfər deməyək, bəlkə 400 səfər, 350 səfər, bilmirəm neçə səfərdir, yadımda deyil. Çox yekə bir kitabdır. Burada bir neçə səhifə, yəni desək ki, 10 sətirdə o sözü deyir. Yəni biz öz insanlarımızın düşüncəsini oxusaydıq, bilsəydik, anlasaydıq, neçə yüz il qabağa düşərdik? Məsələn, indi bunu çağadaq burada. Yəni mən istəyirəm görüm ki, Muhyiddin Ərəbi haqda bilgiləndir. Görək ki, Muhyiddin Ərəbi haqda heç olmasa bir şeylər versin. Əlbəttə bu götürdü şeydir. Əl-Vəfatu Türkcə və Hicri tarixlə. Tamam. Görək ki, bu nə deyir? Buyurun, Muhyiddin Ərəbi haqda məlumat əsil türkcə və hicri tarixlərlə. Kimdir? Kimliyi? Muhyiddin Məhəmməd ibn Əli ibn Məhəmməd Taiyil Hatəmiyil Əndüleysi tanınmış adı ilə Şeyxül Əkbər, ən böyük şeyx. O, irfan və təsəvvüf dünyasının ən etkili simalarından biridir. Doğum tarixi 17 Ramazan 560 Hicri. Yəni bu cəlibdir, bunu yazaq. Deyir ki, Muhyiddin Ərəbi Həzrətin doğum
ölüm. Doğum tarixi nə idi? 560 Hicri. Ölüm tarixi 638 Hicri. Tamam. Suriyedə Allahın rəhmətinə gedibdi. Yəni bu adam deyək ki 630-da bu kitabı yazıbdı. Fütuhat-ı Məkkiyəni 630-da yazmış olsa ki, qabaqcında yazmış ola bilər təbiətən. Gedək burada baxaq görək ki, ha zaman yazılıbdı. 1447-ci ildə bundan çıxsaq 630-cu ildə bu kitabı yazmış olsa 817 il bundan qabaq bu kitabı yazıbdı. Yəni Fütuhat-ı Məkkiyənin yazılma tarixi hududən 817 il öncə. Yəni ən azı 817 il öncə müsəlmanlar belə bir kitab yazıblar. Və biz təəssüflə bu kitabı qırağa qoyduğumuz üçün bunun mənasını fəqət irfan düşündüyümüz üçün eləyə bilməmişik. Bunu eləyək, anlayaq. Fəlsəfəsi və fikirləri, İbn Ərəbinin fikirləri təsəvvüf dünyasında bir dönüş nöqtəsi sayılır. Onun ən tanınmış nəzəriyyəsi vəhdəti vücud, varlığın birliyi nəzəriyyəsidir. Vəhdəti vücud, bu nəzəriyyəyə görə həqiqi varlıq yalnız Tanrıdır. Həq, kainat və mövcudat isə Tanrının sifətlərinin və əsmalarının, yəni adlarının təcəlli etdiyi bir güzgü kimidir. Güzgü aynaya deyirik da bilirsiniz. İnsani kamil, onun düşüncəsində insan yaradılışın qayəsidir. İnsani kamil Tanrının bütün sifətlərini üzərində əks etdiriblər. Məlahət və kəmali sahibi olan mənəvi öndər. Önəmli əsərləri İbn Ərəbinin 800-dən çox əsəri olduğu söylənilir. Amma bunların ən məşhurları Əl-Fütuhat-ı Məkkiyyə, Fusus-ül Hikəm, Tərcüman-ül Əşvaq. Türk dünyası və İbn Ərəbi ta devam edir. Məzar-ı Şərifi Şeyxül Əkbər Hicri 638-ci ildə Dəmişqidə vəfat edib. Onun qəbri uzun müddət tanınmaz halda qaldı. Lakin Sultan Səlim Yavuz, Osmanlı Sultan Səlim Yavuz Dəmişqi fəth etdikdən sonra 922-ci ildə əlbəttə onun məzarını tapıb və üzərində böyük bir türbə və məzar məscid tikdirdi. Bir nüqtə, İbn Ərəbinin dili çox simvolik və rəmzi olduğu üçün onun əsərlərini oxumaq müəyyən bir irfani təməl və istilah bilgisi tələb edir. Tamam. Bu haqda da biraz oxuduq. Gedək 50-ci səhifədə görək. Mən də bunu oxumuram çünki bu çox ciddi şeylərdən danışır. Təəssüflə biz bunu düşünməmişik və kaş düşünəydik bunu. 50 səhifəni keçibdi. Mən qeydim bir-iki səhifə dalıya. Tamam, burada. 50-ci səhifə buradan başlayır. Mən elə bunu buradan oxuyayım. Cəmal üçün, əlbəttə mən buna diqqət eləmədim. Bu günləri görək ki, bəli, bu cüsü doğrudur. İndi fikir edirəm ki, bu kitab doğru görsənir. Cəmal üçün aləmdə cəlal məşhud vardır. Və əgər sən sual edərsən, cəlal nədir? Biz deyəriz, Həzrət-i İlahiyyədən ismi cəlil ilə nəut qəhr zuhur edər. Qəhr zuhuridir ki, anın indində vücud vardır. Vücud vardır, ya vücudi vardır. Və əgər sən sual edərsən, vücud nədir? Biz deyəriz, fəlsəfəni də burada danışır. Yəni adam irfandan danışmır ki. Vücud, cəlal nədir? Əvvəl cəlalı dedi ki, cəlal nədir? Biz deyəriz,
Həzrəti İlahiyyədən ismi cəlil ilə nuut qəhr zuhuridir ki, onun indində vücud vardır və əgər sən sual edərsən vücud nədir, biz deyəriz və vəcdündə həqqi vicdanındır. Vəcdündə yəni yanında vəcdündə həqqi vicdanındır. Və əgər sual edərsən vəcd nədir, biz deyəriz əhvalidən bir halıdır ki, qiblə-i məsarifə eylər, qəlbə müsadifə eylər. Vəcd yəni vəcd deyir. Vəcd nədir? Biz deyəriz əhvaldən bir haldır ki, qəlbə müsadifə eylər və qəlbi kəndi şuhudundan ifna edər. Kök ehtimalən ərəbdir. Kök təvacüd ani təqəddüm eyləsin. Ehtimalən bunu bilmədim nədir? Təvacüd ani təqəddüm eyləsin və gərək eyləsin, yəni kahicə ol vəcd təvacüd təqəddüm eylər və kahicə təvacüd təqəddüm eyləmək sizin əlvəcd vaqi olur. Və əgər sən sual edərsən təvacüd nədir, biz deyəriz haləti vəcdi min qeyri vəcdin istid'a və izharıdır anın sahibi ünsibul məqdən ötürü təvacüd ilə vəcdi tələb eylər. Və əgər sən dərsən, sual edərsən ünsü nədir, biz deyəriz qəlbidə cəmali Həzrəti İlahiyyəyi müşahidənin əsəridir və ol cəmali Həzrəti İlahiyyə cəmalın cəlalidir. Pəs ol cəmalın cəlalindən heybət olmaz və əgər sən sual edərsən heybət nədir, biz deyəriz ol heybət qəlbidə müşahidi cəmalullahıdır və əhli təbəqənin əksəri ünsi və bəsti cəmalidən insi əksəri təbəqə və əhli təbəqənin əksəri insi və bəsti cəmalidən görərlər. Öylə deməlidir ehtimalən. Dinləməlidir. Və əgər sən sual edərsən bəst nədir, biz deyəriz bizim indimizdə şul şeydir ki, əşyai səəh və ihatə eyliyə. Əşyai səəh nə deməkdir bilmirəm. Səəh və ihatə eyliyə. Ani bir şey səəh və ihatə eyləməyə. Ani. Bir də əşyai şul şeydir ki, əşyai səəh nə deməkdir? Eydad. Gərək bunu sə eyninə yazaq. Sin və eyn. Çünki hu yazsaq ərəbcə görsələr, bu türkcə olacaqdır. Görünür kəlməni yarımçıq yazıbsınız ya da sə ünvanı ilə xas bir şey nəzərdə tutubsunuz. Əgər Mühyiddin Ərəbi bəhsinə görə bir şey soruşsunuz, bu iki ehtimal ola bilir. Səəddin Həməvi sə'i eləmək yox, bunların heç birisi deyil. Heç birisi deyil. Deyir ki, səyirmək var bizdə bir də saymaq var, amma heç birisi deyil. Bu eyninəndir. Əşyai səə və ihatə eyləyə. Pəs bunu beləsi yazaq, görək ki, nə deyir? Əşyai səə və ihatə eyləyə. Görək ki, qələt yazmışıq. Bu necə qoysa iştibah. İbn Ərəbi fəlsəfəsində və irfanda əşya şeylər yaradılanlar
üçün işlənən səə, genişlik və ihatə qapsamaq anlayışları varlıq aləminin Tanrı ilə olan rabitəsini izah etmək üçün çox önəmlidir. Bu dərin qonu belə sadələşdirə bilirik. Əşyanın vücudi səəsi. Səə sə'i sədr ki deyirlər, bu kəlmədən işlənirmiş. Tamam. Bəs oldu nə mənə? Bəst nədir? Nədir bizdən, nədir biz deyəriz? Bizim indimizdə şul şeydir ki, əşyai səə, əşyai içinala və ihatə eyliyə ani. Bir şey səə və ihatə eyləməyə və bəzilər deyərlər, ol bəst ricadır və bəzilər deyərlər, ol bəst bir variddir ki, qəbulə və insə və rəhmətə işarətdir. Pəs ol nəqizi qəbzidir. Və əgər sən sual edərsən, qəbz nədir? Biz deyəriz, ol vaxtidə xofun halidir. Bəzi deyərlər, ol qəbz bir vardır. Bir variddir. Bir variddir qəlbə vurud eylər. İtabə və tə'dibə işarət olunmaq ani iqtiza eylər. Və bəzilər deyərlər, qəbz əvvəl vaxtın varidi sahibini əxz eyləməkdir. Və bu iki halət, bəzi halət bəst və halət qəbz əsli əhli məkan üçün dəcildir. Və cahicə əhli məkan üçün bu halət bəst və halət qəbz dəxi bulunur. Və əgər sən sual edərsən, məkan nədir? Biz deyəriz, bəsatdə yer mənzildir ki, əgər mənzil olmaz illa əhli kəmal üçün olur. Yəni, əhli bəsat mənzillərindən bir mənzildir ki, əhval və məqamat ilə təhqiq olub və cəmi məqamatı keçib bir məqamə vasıl ola ki, ol məqam cəmal və cəlalün qulun fövqündə ola. Pəs onlar üçün sifət və nət yoxdur. Bir sifət ilə mövsuf və bir nət ilə mən'ut olmazlar. Nətəkim, Əbu Yezidə sual eyləyib, nə keyfiyyətlə və nə və sifətlə sahibə səbahə və daxil oldun dinlədikdə ol cavab verdi ki, benim üçün nə sabah var və nə məsa vardır. Yəni, benim üçün sabah və axşam qalmadı. Sabah və axşam şul kimsə üçündür ki, ol kimsə sifət ilə müqəyyəd ola. Benim üçün bir sifəti qalmadı dedi. Və Əbu Yezidin bu qovlunda əshabımız ixtilaf eylədilər. Onun bu qovli şəthi midir yoxsa dəcil midir? Bəzilər şədhət həml etmişlər. Halbuki onun məkani ol qovli iqtiza etmiş idi. Və əgər sən sual edərsən, şədh nədir? Biz deyəriz, şədh şul kəlmədən ibarətdir ki, ol kəlmənin üzərində raihi rəunət və əsər var, əsəri dəva ola. Və bu kəlməyi şədh mühəqqiqin əhl-i şəriətdən bulunmaq nadirdir. Və əgər sən dərsən şəriət nədir? Biz deyəriz, iltizam-ı ubudiyyət ilə bir əmrdən ibarətdir ki, ol əmr ilə bilə eyni təhəccüm olmaya. Və əgər sən sual edərsən eyni təhəccüm nədir? Tamam gedir. Devam edir. Görürsünüz, dana kəlmələri tərif edir. Özü də böyükdən başlayır, hey gəlir daraldır. Yəni, çox geniş anlamdan başlayır. Məsələn, vücuddan başlayır, yavaş daralda gəlir şeyə. Məsələn, yetişir şərə ki, mən sevdiyim bəhsidir, görəm şərədən
bir türkün anlamı, bir ərəbin anlamı nədir? Farsdan fərqli. Burada qoyuram qalsın, çünki bu kitab çox önəmli qonuları danışır. Gedək indi 65-ci səhifədən biraz oxuyayım, çox olur bu cüsə. Çünki çox uzundur. Kəzalikə simai ruhaniyyətün əsli zatidən və veydidən və qələmdən, bu nə deməkdir, bunu bilmədim, veydidən və qələmdən və sərifi qələmdəndir. Fəyəkunul vücudu linnəfsi ən-natiqə fi sima'in. Pəs nəfs-i natiqə üçün vücud hasıl oldu, bu əqlamın surətini simaidə, yəni əlvah-i qulubidə, yədi qudrət-i haqq ilə əqlam-i ilahiyyənin təqlib və təsrifi səbəbilə surət-i sədasını nəqş-i natiqə eşidib, nəfs-i natiqə eşidib, ol nəfs-i natiqə üçün vücud hasıl olur və kəzalikə sima'u təbii məbnahu əla ərbəəti umurin muhaqqaqə və kəzalikə sima'u təbiinin əsl mənası 4 umuri muhaqqaqə üzərinədir. Fə innə təbiətə murəbbəətun məqulətun min failinə vəl munfəilinə فأظهرت الأركان الأربعة أيضا فظهرت النشأة الطبيعية على 4 أخلاط وأربعة قامت عليها هذا و4 قوي قامت عليها هذا النشأة. زیرا طبیعت فی الحقیقت mürəbbədir. Yəni mürəbbəül keyfiyyətdir. Baxın, gəlin biz bunu bilmirik, yəni anlamırıq ki, həqiqət, zira təbiət fil həqiqəti mürəbbədir. 4 güşəlidir ya 4 tərəflidir. Yəni mürəbbəül keyfiyyətdir. Keyfiyyəti 4 tərəflidir ya 4 şeylidir. Failin və munfəilindən məqulədir. Failin و munfəilindən məqulədir. Pəs ol təbiət ənasur ərbəyi izhar eylədi. Ol ənasur dəxi mürəbbəil keyfiyyət zuhurə gəlib və 2 fail ilə 2 münfəilin ictimai hər birində təəqqül olunur. Məsələ qarda təəqqül olunan 2 failin birisi hərarətdir və birisi yubusətdir və 2 münfəilin birisi burudətdir və birisi rütubətdir. Pəs bu təqdir-i canlılardan nəş'i təbiiyyə heyvaniyyə nəmatiyyə ol əxlat ərbəə və quvayı ərbəə üzərə qaim oldu. Görürsünüz ki, çox ciddi bəhslər varmış, amma biz bunları nədən isə ötürmüşük və atalarımızın yaratdığı bəhslərdən düşmüşük və təəssüflə beləsi də, yəni. Gedək buradan da biraz oxuyaq. İndi ma kana ləhu ən yusələ bi ibtila ilə abdün fəsahət və xəcaləti aşkar oldur ki, təhqiqən hal və şə'n budur ki, geçən abdi mükəlləf kəndi qüdrəti irmədiyi və vüsündə olmadığı şeyi iddia və tələb eyləsə və hal bu ki, həqdən ona isal və e'ta olunan şey bələğən ma bələğə və əsələ ma və hasil olsa, vasil و hasil olsa və ol abdi mükəlləf iğmaz eyn edib gafil olsa, kəlləfəhul həqqu ma kəlləfəh və ərrəfəhu ma ərrəfəh, bu təqdir Haqqı Teala ona təklif etdiyini təklif edər və ol təklif zimnində ol abdi intibah üçün tərif etdiyini tərif edər. Hənuz ol abdi gafil həqdən agah olmayıb, kəndi nəfsində iddia eylədici şey ilə müqəyyəd olur və la yuğnihi bə'd təqriril bəlva təbərriyehu min
من الدعوا و ol kimsə təqriri belvayden sonra davadan təbərrisi fayda vermez. Yani ol kimsəyə iddia ve talep eyledici şeyə nail olduktan sonra ol şeyin yüzünden xaricdə şiddet ve suubet erişsə ol vaxtdə iddia ve tələbindən fariq olup təbərrisi ona fayda etmez. ما قویتی افراسه nə deməkdir və bəqiyyət ma قویت افراسه və bəqiyyət aleyhi ənfasəh nə deməkdir bilmirəm, ərəbcədir. Madami ki ol kimsənin quvay nəfsaniyyəsi qüvvətdə olub və ənfas ruhaniyyəsi üzərinə baqiyə olduqca بعد تقریر بلوا bir iddiadan fariq olup iddiayı axiriyə uxraya mütəsəddi və şuru eylər. Fəizə ca'al əcəlul müsəmma fəkkəl muəmma və əbsərəl ə'ma. Pəs ol əsnadə nacah əcəli müsəmma gəldikdə və müəmma fək olub çözüldükdə və nəfsül əmrdə olduğu vəçhi üzərə həqiqətdən əma olan, əma yəni kör, əma olan həqiqət əmri gördüklə və intəqələ ilə surəti əmri gördüklərə və intəqələ ilə ehtimalən bu əmri gördü kərəhə və intəqələ ilə surətin misaliyyə ilə həzrətin xiyaliyyətin və ol kimsənə surət misaliyyə ilə həzrət xiyaliyyəyə müntəqil olduqda əbsərə fiyhə bima qəddəmə fə imma ən yəfrəhə və imma ən yətəhəmmə. Dari dünyasından kendi kəsb eylədici əmali cümlə anda görər. Pəs ol vaxtda ya budur ki fərəhlənir, məsrur olur və ya həzinlə məğmum olur. Və kilahuma labuddə ən binədəmin bu iki surətdə dəxi abd mükəlləf müddəi nidamətdən xali olmaz. Tamam. Bu da buradan gedək. %150-ci səhifədən biraz. Burada şeyin əvvəlinə gəldik. Bu məhəll Fütuhat-ı Məkkiyənin 484-cü babinə nazir olan əsrarıdır. 11-dən başlayıb indi 481-ə yetişibdir. Yəni dediyimiz kimi. İndi buradan biraz oxuyaq. Umira fəimtəsələ və nuhiyə fəədələ əl-əbdu tayyi'un fi cəmi hərəkatihi və səkanatihi fəizə umira fəimtəsələ cenə qeyddim ora və izə əradə əmrən ma və nəhiyyə ənhu ədələ ən iradətihi ilə ma kəvvənə fihi fəinnə ma kəvvənə fihi hayikuna ma yekunu فإن ما كون فيه ما يكون وحكمه المخالفة نسبت إليه المخالفة في عين الموافقة وهي نكتة غريبة لا يشعر بها فإن قبول المخالفة موافقة ومن كان هذا مشهده لا يشفى في الدنيا ولا في الآخرة فلا توع منه في الخلق
الأوامر في الخلق الأوامر الحق ولكن لا يشعرون وليست الأوامر التي أوجبنا طاعتها إلا الأوامر الإلهية لا الأوامر الظاهرة على سنة الخلق فإن الأمر من الخلق طائع فيما أمر لأنه لو لم يؤمر ما أمر فلو أن الذي أمره يسمع المأمور بذلك الأمر أمره دونه لا متسل فإن أمر الله لا يؤسى إذا ورد بغير الواسط. Tərcümə: Ömrə fəimtəsəl və nuhiyə fəədəl. Cənab-ı Həqdən hər nə şey ki, əbdə əmr olundu, əlbəttə əbd dərhal bila təvəqqüf ol əmrə imtisal eylədi. Zira ol əmrdən murad bizzat Həqdən sudur eyləyən əmr təkvinidir bilvasitə və vurud eyləyən əmr təşrii dəcildir. Pəs ol əmr təkvinidə əbd üçün müxalifət təsəvvür olunmaz və dəxi tərəf baridən əbd üçün hər nə şey ki nəhy olundu əlbəttə əbdi bila tərəddüd ol şeydən udul edib ictinab eylədi. Pəs əbd üçün hər halidə əmr həqqə imtisal və nəhy həqdən ictinab ilə biz zərurə inqiyad lazım gəldi. Əl-əbdu taiun fi cəmi hərəkatihi və səkanatihi fəizə əmrə muttasil və hər əbd cəmi hərəkatında və səkanatında həqqə münqadıdır. Zira həqdən hər nə əmr olundu isə imtisal eylədi və izə əradə əmrən ma və nəhyə ənhu ədl ən iradətihi ilə ma kəvvənə fihi və əgər əbd şeylərdən bir şey murad eylədi ki, vaxtidə Cənab-ı Haqq əbdi ol şeydən nəhy eyləsə, dərhal ol əbd kəndi iradəsindən udul edib ma kəvvənə fihi sənə mütəvəccih olub iradə-i Haqq üzərinə ma kəvvənə fihi səni fiilinə gətirir. Fihisini fiilinə gətirir. Fəinnə ma kəvvənə fihi ma yəkunu hükmuhu əl-müxalifə nisbət ilə nüsbət iləyhil müxalifətü fi eynil müvafəqət. Pəs ol məhəldə təhqiqən əbdi ma kəvvənə fihisi şul şeydir ki eyni müvafəqətdə əbdə müxalifət nisbət olunduğu halıdə ol şeyün hükmü müxalifət olur. Davamı vardır. Çox ciddi sözlər danışır. Yəni eşq olsun bunu oxuyub anlayanlara. Kitabın sonuna gəldik. Kitabın sonundan buradakı tarix də vurmayıbdır buna əlbəttə. Bunu oxuyayım mən. Biraz gedim dalıya. Görüm ki burada kitabın bir ayrı bölümünə gəlmişik əlbəttə. Bu kitabın birinci bölüm ki 1185-də Yevmi Xəmis Cümə axşamı yazılıbdır. Yenə burada görürsünüz. Hətta dedik bu kitab neçə il bundan qabaq yazılıbdır? 259 il bundan qabaq bu nüsxə yazılıbdır. Bu nüsxəni yazanda yazıb ki 1185-də günlərin adı şənbə, yekşənbə, doşənbə, seşənbə ya da ərəbcə deyil. Nədir? Yevmi Xəmis 5-ci gün. Həftənin 5-ci günü. 1-ci gün, 2-ci gün, 3-cü gün, 4-cü gün, 5-ci gün, 6-cı gündə, 7-ci gündə cümə olur. Həzrat-ı Xəmsə... İndi bunun öncəsi biraz oxuyayım bir səfə görək. Varid Ömər Əfəndi. Buradan biraz dalılıq şeyək. Ehtimalən bu kitabın haqqında biraz şey verir. İntixab-ı Töhvə-il Mürsələ. Hər şey ki ədəmdən vücuda gəlib mövcud ola, əlbəttə əsma ilahiyyədən bir ismə müqarinət ilə mövcud olur. Və ol ismi sifat-llahidən bir sifəti mütəzəmmin olur ki, ol şey ol vəsf ilə mütəəyyin olur. Və ol ismi ol şeyün batinidir və ol şey
ismin zahiridir. Nitekim sıfat ismin batini ve ism sıfatın zahiridir. Ve zat sıfatın batini ve sıfat zatın zahiridir. Netice-i kelam zat batini sıfattır. Zat batini sıfatıdır ve sıfat zahiri zatıdır. Sıfat batini esmadır, sıfat batini esmadır ve esma zahiri sıfatıdır. Wow. Çox cəlib sözlər deyir. Bunları biz niyə? Bunları oxusaydıq, bilsəydik, əqlimiz çox fərqlənərmiş. Yəni indi görürəm ki, niyə adamlar bəzən qeyd edirlər bu qədər bu böyük alimlərin, qədim alimlərin kitablarına iftixar edirlər ya yazırlar. Bəzən görürüm insanlar hey bundan danışırlar. Buna görə ki, burada dərin sözlər deyir və biz bu dərin sözləri anlamaq üçün gərək bir Allahu Ekber. Nəticə-i kəlam zat batini sıfatıdır. Sıfatın batini, içi zattır. Ve sıfat zahiri zatıdır. Sıfat zatın zahiridir, görkənləridir. Sıfat batini əsmadır. Sıfat adların batinidir, içidir. Ve əsma zahiri sıfatıdır. Sıfatların zahiri də ismidir. Əsma-i batin eyni şeydir. Əsma batini eyni şeydir və eyni şey zahiri əsmadır. Ol eyni şey gərək sübut-i elmidə olsun və gərək vücud eynidə olsun. Hər halda şeyün şeyiyyəti ismilədir. Hər halda şeyün şeyiyyəti ismilədir. Batini ismidir və zahiri şeydir. Varid, nə deyibdir? Kəvni haqqı ki, kəvni haqq ki, xiyali mütləqdir. Və eyni haqq batini mütləqdir. Kəvni haqq xiyali mütləqdir və eyni haqq batini mütləqdir. Anlamıram, yəni mənisini anlamıram. Çox gərək kitaba da oxuya bunları da öyrənə. Ol batini mütləq olan eyni haqq bu kəvni xiyali mütləq yüzündən zahir oldu. Ol batini mütləq olan eyni haqq bu kəvni xiyali mütləq yüzündən zahir oldu. Nitəkim innəməl kəvnə xiyalun və hüvə haqqun fil həqiqə buyurdular. İndi bu kövnüdə izzət-i nəfs ilə ləzzət-i bədən zövqünə düşənlər surət-i zahirdə mütəəzziz və mütələzziz olurlar. Amma batinlərində zəlil və həqir və ələmi xusran ilə mütəkəbbir olurlar. Geçən kim izzət-i nəfs ilə ləzzət-i bədən zövqünü tərk edib zillət-i nəfs ilə mehnət-i bədən zövqünü qəbul etsələr, bunlar surət-i zahirdə zəlil və həqir və ələm və hüzn ilə mükəddər görünürlər. Amma batinlərində izzət və şərəf ilə mütəəzziz və mütələzziz olduqları zul əlbabə xəfi dəcüldür. Varid Ömər Əfəndi. Məlum ola ki, əzəli azalidə qəblə təəyyün haqqı Subhanahu və Teala kəndi zatında zatı ilə zatına təcəlli eylədi. Ana təcəlli əvvəl dedilər və yenə zatında əsma və sıfat ilə zatına təcəlli eylədi. Ana təcəlli sani və təəyyün əvvəl dedilər. Təcəlli sani bir qonuya, təcəlli sani və təəyyün əvvəl dedilər. Və təcəlli əvvəl təcəlli zatidir ki, vəhdəhə zatun, ya vəcədəhə də ola bilər, amma vəhdəhə zatun zati üçün təcəllisidir. Ol həzrət zat əhədiyyətdir ki, onda nəətu rəsm yoxdur. Və təcəlli sani şul təcəllidir ki, onunla əyan mümkünat sabitə zuhur eylər.
ol əyan mümkünat sabitə şuun zatiyyədir ki, zati üçün zahir olur. Ol sifət aləmiyyət ilə və qabiliyyət ilə təəyyün oldur. Təəyyün əvvəldir. Ol sifət aləmiyyət ilə və qabiliyyət ilə təəyyün əvvəldir. Təmmət kitab dardı. Həzərat-i xəmsə-i külliyyə. Nə deməkdir bu? Həzərat-i xəmsə-i külliyyə. Həzərat-i xəmsə-i külliyyədən murad aləmi məani ki, əyan sabitədir və aləm ərvahıdır və aləm pəs belə oldu. Aləm məani ki, əyan sabitədir, aləm ərvahıdır, aləm misalıdır, aləm şəhadətdir. Beşinci, bu əvalim ərbəəyi cami olan insan kamildir. Və insan kamildən murad Rəsul-i Əkrəm sallallahu teala aleyhi və səlləmdir. Zira onun həqiqəti cami-i cəmi həqaiqdir və vücudi əkməl mevcudat və cami-i cəmir zuhuratıdır və dəxi anın varisi əkməli olan insan kamildir ki, hər dövrdə bir mərdi mütəəyyəndir. Təmmət be'unullah Teala be müştay şəməni. Nə deməkdir bilmirəm. Bunu yazaq burada görək nə mənidir. Be müştay şəməni nə deməkdir? Təmmət be'unillahi Teala. Nə məniydi qalanı? Təmmət be'unillahi Teala be məştay şəməni. Be məştay şəməni. Qalanı nədir? Onu da yazaq. Sənəyi 1185. Sənəyi 1185. Qalanı nədir? 84 da 84 da yevmi xəmis. 84 da yevmi xəmis. Görək nə deyir? Bu cümlə köhnə əlyazma kitabların ya da risalələrin sonunda yazılan fərcam ya da tərqimə kitab tarixi hissəsinə aiddir. Yazının mənası və tarixini belə açıqlamaq olur. Mətnin mənası təmmət be'unullah Tanrının köməki ilə başa çatdı, qurtuldu. Be müştay şəməni. Bu ibarət mühümdür. Biz istədik bunu bilək. Bu ibarət böyük ehtimalla bir məkan adı ya da qışlaq kimi bir yeri göstərir. Məşta, müşti. Ərəbcə qış keçirilən yer. Mənasındadır. Qış keçirilən yer mənasındadır. Şəməni isə xas bir bölgə ya da şəxs adı ola bilir. Sənəyi 1185 Hicri qəməri ilə miladi 1775-ci ilə uyğun gəlir. 84 da yevmi xəmis. Buradakı 84 böyük ehtimalla gün sayısını ya da ay gününü göstərir. Amma yevmi xəmis qətiyyətlə cümə axşamı pənşənbə deməkdir. Tarixin təhlili Hicri 1185. Bu il Mühyiddin Ərəbinin vəfatından 638 Hicri təxminən 550 il sonraya aiddir. Əgər oxuduğunuz əsər İbn Ərəbiyə aiddirsə, bu o deməkdir ki, əlinizdəki nüsxə 1185-ci Hicri qəməri ilində bir katib tərəfindən çevrilib istinsax olub. Qərni 12 Hicri qərni Zəndiyyə ya da köhnə Osmanlı dövrünə uyğun gəlir. Yevmi xəmis o dövrün təqvimlərinə görə 1185-ci ilin bir çox önəmli günləri cümə axşamına düşür. Nəticə bu yazı sizə deyir ki, bu kitab Risalə 1185-ci Hicri ilində cümə axşamı günü Şəmni adlı qışlaqda ya da o adlı bir məkanda
Tanrının köməyi ilə yazılıb başa çatdı. Tamam. İndi buradan sonra bir ayrı səhifə başlayır. Bunu oxuduq. Bir ayrı mətləb başlayır. Bunu da biraz oxuyaq. Dedik ki, bu da yazıbdır. Qusiyyə li Şeyx Muhyiddin el-Ərəbi el-Əndülüsi Əbdülqadir el-Ceyli. Bunu da Əbdülqadir Ceyli bu Qusiyyəni tərcümə edib ya da özün yazıbdır. Birazını oxuyaq, görək ki, türkcədir, ərəbcədir. Nə necə gəlir ki, ərəbcədir. Amma biraz oxuyaq. Bismillahirrahmanirrahim. Elhamdülillahi kaşiful qəmmə və salatu alə nəbiyyihi xeyrul bəriyyə. قال الغوث المستوحش عن غير الله المستأنس بالله قال الله تعالى يا غوث الأعظم قلت لبيك يا رب الغوث قال كل توريين الناسوت والملكوت فهي شريعة يا غوث الأعظم ما ظهرت في شيء كظهوري في الإنسان ثم سألت يا ربي هل لك أكل وشرب قال أكل الفقير وشربه أكلي وشربي ثم سألت يا ربي. Tamam, bu da bir ayrı məsələdir. Ərəbcədir, cəlibdir. Bir hədisdən, rivayətdən davam edir. Bunun da sonuna baxaq görək ki, deyir ki, təmmətül risalətil mərsuməti bil Qusiyyə li Şeyxil Əcəl Əl-Əkbər Əl-Mürəbbi Şeyx Muhyiddin İbn Ərəbi təəmmüdəhullah bi qufranihi innehu fi a'la ğurafin cennatihi və ənfə'naha bi istimdad ennehu dune rahimin ibadinə raufun innehu raufun rahimun li ibadih. Tarix qoymayıbdı təəssüflə burada da yenə buna. Sonra yenə də bir kitabı Futuhat-ı Məkkiyədən vücuda dair burada yenə də bir ərəbcə bir mətn yazıbdır 3 səhifədə. Və təmmətini də axırda qoyubdur. Kitab beləliklə qurtulur. Çox ciddi bir kitabla tanış olduq. Türkcəyə çevrilibdir bunun Futuhat-ı Məkkiyyə. Məncə bu kitab oxumalıdır. Bunun çox dərin kitabdır. Mən bu savadsızlığımla bunu çox dərin gördüm. O qədər dərin ki, bəzən baş tapmadım mən oxuram. Yəni, buludun arxasından, dumanın arxasından bir şey görürəm o tərəfdə, amma təşxis verə bilmirəm nədir. Ya məsələn, eynəkimə, gözlüğümə hamama getmişəm, hamamda o hamamın buxarı oturubdur gözlüğümün üstünə, baxıram eşikdə bir şeylər görürəm, zor da vururam ki, görüm nədir, amma təşxis verə bilmirəm. Niyə? Çünki savadsızıq. Yəni, mən şəxsən çox savadsızam. Yəni, özümü bu vəziyyətdə görəndə heyf olsun ömrümüzə aparmışıq romana, bəzi kitablara başımızı qatmışıq, demişik, kitab oxuruq. Demişik, savadlanırıq. Demişik, təcrübə alırıq. Demişik, ağlımız genişləşir. Yox, məmulən biz elə bir şeylə başımızı qatıblar da. Yəni, keçən 250 ildə başımız çox qatışıb, təəssüflə. Bir ayrı kitab açmışdıq. Görək ki, o kitab nə haqdadır, ona da bir baş vuraq. Şəcəri-i Türkü qabaqcan oxumuşduq. Əcəba o kitabdır, yoxsa o deyil? Bunu baxaq. Bu kitab Almanda saxlanır, Berlində. Elə o da buydu. Əvvəlində beləsidir. O kitabdır, bəli. Bu kitab elə aynı kitabdır və ehtiyacı yoxdur ki, bunu oxuyaq. Bəli, həman kitabdır. 3-4 dənə xəttinə yazılıbdır, bəli. Bunu neçə gün bundan qabaq görmüşük. O da aynı kitabdır və aynı yazı ilə davam edir. Sonra da əl yazısı dəyişəcək. Yəni, əl yazısı dəyişdi. Burada görürsünüz, bu vəziyyətdə davam edir. Bundan bizə kitab axirəcən beləsi gedəcəkdir. Çox fərqli bir kitabdır. Bunu silah geçsin. Neydi bunun adı? Buradan Şəcəri-i Türkü bunu silah geçsin. Şərh-i Məsnəvi, bu calib olar. Şərh-i Məsnəvi, əlbəttə bəlkə bunu qoyaq qalsın.
bir ayrı gün oxuyaq, çünki Şərh-i Məsnəvi özü calibdir. Kitabın əvvəl bir şeyinə baxaq, əksinə baxıyoruz, kitabxanada nə cür saxlanılır. Görürsünüz ki, kitabın ortası cırılıbdır, açılıbdır. Kağız da burada cırılıbdır. Yəni, burada 2 səhifəni də görürük ki, cırılıbdır. Bu tərəfdə kitabın ortası, yəni şirazəsi cırılıbdır. Burada bir yazı görürük. Li İsmaili nöqtə qoyub da bir də Əl-Cildüs Sabi'i min Şərhil Məsnəvi li İsmaili nədir? Hər halda bu 6-cı cild, 7-ci cildidir bu. Yəni şərhlər çoxdur. 7-ci cildi əlan bizim əlimizdədir. Ehtimalən bunun həm sonrası, həm qabağı var. Məsnəvinin 7 cildi də calib olar buna da oxuya. Yəni görə ki, türk nədir o Məsnəvini tərcümə edibdir. Yəni şərh edibdir. Tərcümə ki, yox, şərh edibdir. Burada bir şeylər görürük, yazıblar, bir dənə möhür vurublar və bir dənə bir şey yazıblar, o da nöqtəsizdir. Amma calibdir, bunu oxumağım mənim, sevərəm bunu oxuyum, görüm ki, nə yazıbdır. Deyir ki, Oraq ədəd 328 səhifədir bu kitab, vərəqdir. Burada da yazıb 320, burada yazıb 328. Bunun 8 səhifəsində nə gəlibdir, bilmirik. Amma burada özü kitabda yazıb ki, 328 səhifədir. Burada PDF göstərir 320 cild ilə bərabər. Bu vərəqləri göstərir. Yəni buradakı 328 deyir, cild hesaba gəlmir, vərəqlər hesaba gəlir. Həm də ehtimalən yazı vərəqlər hesaba gəlir. Yəni buradan ən azından bir 12-14 səhifə düşüb gedibdir. Səhifə deyək. Ya vərəq deyək. Vərəq düşüb gedibdir. Bu birisi tərəfdən 640 səhifə olacaqdır. Burada vərəq dedik, yenə yarpaq dedik. İndi o üzdü, bu üzdüdür üçün iki tərəflidir ki, hər vərəq. Onun üçün bu olacaqdır 650 neçə 60 orada yazıbdır. 660. Əlbəttə çox olacaq, amma burada az göstərir. Hər səhifədə 20 sətir var. Burada bir möhür var. Yazıb ki, Elhamdülillahi ləzi hədana bihaza və ma kunna linehtediyə lula ən hədanallah. Bu da Osmanlı möhrüdür. Möhür Osmanlı möhrüdür. Ehtimalən kitabxanandır. Oxuya bilmirəm. Məhəmmədi nə mənə burada onu vurubdur və belə bir şey vəqfi filandır ehtimalən. Hazihin nüsxəti şərifə nöqtəsi yoxdur. Oxuyuram, bəlkə də qələt oxuram. Əlbəttə ki, mən ərəb dilində çox zəifəm. Türk dilində ərəbdən daha zəifəm. Hazihin nüsxəti şərifətü vəl məcəllətül müstəymədi min oqafi Sultan İbni Sultan Əl-Qəzzati vəl Mücahidin Xulasətil Ma'i və Tin Əs-Sultan İbni Sultan Əs-Sultan Qazi Məhmud Xan. Bu ikinci kitaba baxaq. Bu birinci kitab idi. İkinci kitabda deyir ki, çağ yazsaq, bunda əvvəl çağ yazsaq. Ad Şərh-i Məsnəvi. Şərh-i Məsnəvi. Cild 7 Şarih İsmail. Adını əlbəttə yazıbdır, mən kamil bilmədim. Çağ kimin çağında? Sultanül Arif, Sultanül Qazi, Sultan Əl-Qazi Məhmud Xan. Mahmud Xan lar Əl-Ülb dövlət-i mafihi ilə Təraman və oxuya bilmirəm bunları. Yəni vaqəən buradan biz oxumalıyım. Bi oqafi hərəmeynil
Əl-hərəmeyn qəfərələh. Oxuya bilmədim qalanı. Yəni la zalət, aha, az Sultan Əl-Qazi Məhmud xan la zalət dövlətəhu ma fihi ilə axiriz zaman və qalanını oxuya bilmirəm. Yəni ayıra bilmədim kəlmələr bir-birindən. Bəlkə oxuya bilərdim, amma ayıra bilmədim. Aşağıda da möhür vurubdu. Əl-mütəvəkkilü əlallah Əbid Nemətullah. Übeyd Nemətullah ehtimalən belə bir möhür var. Kitabı biraz kiçildəliyək, baxaq əvvəl kitaba, yenə bir səhvə qeydət alıyaq. Görürsünüz burada o səhvə ki ara cırılmışdı, o cırılmayıbdı. Görürük qıraqda su gəlibdi. Burada da bəllidir bir şey qalmışmış üstündə, onun yeri də qalıbdı. Su gələndən sonra onun yeri qalıbdı. Yenə bu yüzdə görsəniz bir tikə kağız imiş, nə imiş? Biz qədim xəlvərçin deyə qoyardıq Quranın arasına, əlimizi vurmayaq deyə Qurana bir kağız idi qoyardıq. Ehtimalən o cür bir kağız burada var imiş. Su gəlibdi, onun yeri o qoymayıb kamil keçə, onun yeri biraz yaxşı qalıbdı, qalanları keçibdi. Kitabı görürük və bihi nəstəin ilə başlayır, Bismillahı demir və bihi nəstəin ilə başlayır. Çox özəl bir əl yazmadır. Sətirlər bir-birinə yaxçı, amma bayaqçında ki 2 mm iki sətrin arasında fasilə var idi. Burada bəlkə 4 mm ya 4 mm-dən də bəlkə biraz az çox arası var. Burada qırmızı nöqtələrdən, xəttdən, virgüldən istifadə edibdi. Bəzi kəlmələrin başı üstə xətt çəkibdi. Bəzi kəlmələri qırmızı yazıbdı. Qıraq yazılar görürük. Səfədə çoxlu yazıbdı. Bayaq ki 30 sətr idi. Görək burada neçə yazıbdı. Əlbəttə dedi ki burada azdır. 2, 4, 6, 8, 10, 12, 14, 16, 18, 20, 22, 24, 25. Burada 25 səhvə idi. Əvvəldə necə demişdi? 25 demişmiş, mən 20 oxumuşam. 5 biraz girdə yazırlar. Kitab dediyimiz kimi çox uzun bir kitabdır. Xətt çox fərqlidir. Bəzən də dəyişdi. Nəzərimə gəldi ki, biraz dəyişdi. Qeytərdim, baxıram. Yox, o qədər də dəyişmir, amma qələm bəlkə dəyişir. Bəzi kəlmələri dediyimiz kimi qırmızı yazıbdır. Bu 7-ci cildidir Məsnəvidən. Onu da bir dəfə təkrar edeyim. İbtidai, mücəlləd-i həftüm. Yəni buracan ehtimalən qabaqçılardan, yəni neçənci səhvə olur? 17, yəni 34 səhifəlik bu gəlmişik. Buracan ehtimalən qabaqçı cildilərə görə danışır. Ya hər nəyə görə danışır bilmirəm. Buradan gəlir 7-ci cild buradan başlayır. Yəni bu səhifədən 16-cı, burada əlbəttə 16-cı görürük. Burada yəni latincə 16 yazıblar. Latincə deyil əslində bu. Elə biz türklər yazdığımız 16-nın ədədini nə cür yazırıq? Bu da o cür yazıbdır 16. Latincə deyil. Burada başlayır. Buracan ehtimalən bu kitabda yazan kimdir filan çox tozihlər verəcəkdir zaten. Əl-mətləbu fi bəhsil nə mənədir burada onu bilmədim. Gərək boynumu çox əyəm ya da kitabı çevirəm, onu ərəbcəsini oxuya biləm. Həm qırmızı xəttdən istifadə edibdi bəzi xəttlərin üstünə, həm də qərə xəttdən bəzi kəlmələrin üstünə çəkibdi ki, onları yəni hətmən açıqlayacaqdı. Bəzi cümlələrin də üstünə qərə xətt çəkibdi. Yəni bu cəlibdir. İndi burada da bir şey görürük. Qıraq yazıda ehtimalən qıraq yazı mətnindən çıxıbdı, beləsi gedib kitabın dövrəsinə. Aşağıdan beləsi gəlib, bir də qalxıbdı gedib üstə. Bəli, mən şərait-i cəngidir. Mən özümü inkişaf elətdirməyə çalışıram. Sağ olun. Burada görürük ki, bir şey tökülübdür, yemaqdır, hər nədir tökülüb kitabın üstünə, çox kirləndiribdir kitabı. Yenə burada bir kitab görürük, çoxlu qıraq yazı yazıbdır, çox uzun qıraq yazı yazıbdır, sətirlər uzun. Məncə çox ciddi bir kitabdır. Yəni, ehtimalən biz hətta istəyək ki, Məsnəvini dərk edəyək. Bu 7 cildin qalanında əgər varsa,
tapıb və bunları oxumalı türk dilindədir. Ən mühümüsü, əlbəttə deyirəm türk dilindədir, amma heç baxmamışam, görürəm ki, türk dilindədir ya yox. Baxarıq. Qətlən türk dilində olacaqdır. Üstdə də yazıblar türkçe, ona görə bu şeydir. Biraz səfənin sürətini çoxaldıram. Eyni bizlər ki, indi bir danışgahda ya mədrəsədə xətt çox çəkirik kitaba. Burada da çoxlu qırmızı xətt, qara xətt çəkiblər ki, mühüm qismətləri bir-birlərindən ayırırlar. Mən biraz daha sürəti çoxaldıram, çünki eyni xətt ilə davam edir. Əlbəttə, burada da bir şey tökülübdür. Neçə səhifədə görürük ki, bir şey burada kitabın üstünə tökülübdür. Mürəkkəb kimi və getdikcə də azalır, gedir üstə. Kitabın da ortasında bəzi yerdə xəsarətləri görürük, bəzi yerdə kölgəsidir əlbəttə. Xətt biraz dəyişdi. Nəzərimə gəlir ki, bu arada xətt dəyişdi biraz. Çox fərqli bir xətt ilə yazılır davamı. Çox fərqli. Yəni xətt əl yazı dəyişdi. Bu da çox ciddi bir məsələdir. Gəldik kitabın sonuna. Bu kitabın sonunun tarixinə bir baxışıq ki, bu ha zaman yazılıbdır. Biraz dalıya geçsək, bunu oradan başlasaq oxumağa, görək ki, nə deyir? Deyir ki, Rəbbənə la tuaxizna in nəsəyna əv əxtə'na və əfü ənna və əğfir lənə və ərhəmna əntə mulana fənsur aləl münkirinəl cahidin ربنا تقبل منا إنك أنت السميع العليم وتب علينا إنك أنت التواب الرحيم واهدنا إلى الحق وإلى طريق المستقيم توفنا مسلما والحقيقين بالصالحين إلى بالبرده حقيقين بالصالحين والصلاة الحقين توفنا مسلما والحقنا بالصالحين وصلى وسلم على نبيك محمد سيد الأولين والآخرين وعلى سائر الأنبياء والمرسلين وعلى آل نبيك وأصحاب حبيبك أجمعين آمين ya Rabbel alemin. Təmmət hazih nüsxəti şərifə. Bu hancısı ildə yazılıbdır? Əş-şərifə fi zəməni dövləti Sultan Əs-Səlatin. Hangi zamanda yazılıbdır? İndi onun da qalanını da desə yaxşı olar. Fi zəməni dövləti Səlatin fi zəməni dövləti Sultan Əs-Səlatin və kəhəfi əmaməl xəvaqin Sultan ibn Sultan Əs-Sultan Murad Xan ibn Əhməd Xan. Nəcür oldu? Orada dedi ki, Sultan Qazi Məhmud Xan zamanında başladı. Yəni bu kitab onda verilibdir. Bəs yox, bu açağı fərq elədi. Kitab harada tutarır? Təmmət tarixin yazıq. Nə mənə? Sultan ibn Sultan, Sultan Murad Xan ibn Əhməd Xan. Murad Xan ibn Əhməd Xan ibn Məhəmməd Xan ibn Əhməd Xan ibn Məhəmməd Xan ibn Murad Xan. Orada demişdi ki, Sultan Məhmud Xan zamanında başlayıb kitabı yazmağa, kitabın əvvəlində. Burada deyir ki, Sultan Murad Xan ibn Sultan Əhməd Xan ibn Sultan Məhəmməd Xan ibn Sultan Murad Xan. Yəni Sultan Muradi hangi Muraddır? Bunu indi taparıq tarixini, oradan çıxadırıq. Amma burada özü tarixdə yazıb ehtimalən. Pəs dedi ki, Təmmət hazihin nüsxəti şərifəti fi zəməni dövləti Sultan Əs-Səlatin və kəhəfi əmanil xəvaqin Sultan ibn Sultan Əs-Sultan Murad Xan ibn Əhməd Xan ibn Məhəmməd Xan ibn Murad Xan xələdəlləh xəlaləhu zəlaləhu və yəssərəhu məraiyyəh və amaləhu fi kulli oqatin və hin
fi səneyi, aha burası mühümdür. Tarixi gəldi. Fi səneyi yazır ki, fi səneyi 35 və əlif. 5 və 30 və əlif minəl hicrəti əs-seyyidil mürsəlin və əvaxiri şəhri zilhəccə, əvaxiri şəhri zilhəccə fi yevmil xəmis, fi yevmil xəmis Be'unillahil məlikil mu'in və elhamdülillahi rabbil aləmin. Biz gözəl tarix tapdıq. Yəni burada dedi ki, indi tarixin ədədlə yazaq. 35 və əlif 1035. 1035 hicri qəməridə. Tarix kitab, bu təfsir 1035-də yazılıb. Yəni neçə? Yəni 410 neçə il bundan öncə. Gedək onu tapaq. Tarixi dəqiqləşdirək. İndi 1447 deyirik. Bundan çıxsaq 1035 412 il öncə bu kitab yazılmış. 412 il öncə yazılmış. Yəni biz indi bu kitabı oxusaq, görərik ki, ya qabaqçı kitabı hangi zaman yazılıbdır? Kitab 560 yox, o şeydir. Fütuhat-ı Məkkiyənin özü 817 il bundan qabaq yazılıbdır. Amma onun tərcüməsi, bu tərcümə ki bizim bu günləri əlimizdə idi, yəni nüsxə, bu nüsxə ki bizim əlimizdə idi, o 259 il bundan qabaq yazılmışdı. Amma biz bir iş görmədik orada, qeydək onu görək, sonra gələk bura. Ki, onu yazan dedik, adı nədir? Kurani demişdim. Mən niyə onu yazmamışam burada? Hə, burada yazmışam, yox. Qeydaq əvvəl onu oradan tapaq ki, hangi tarixdə yazıbdır. Yəni bunu tapaq, çox rahatdır o tarixin dəqiq çıxartmaq ki, bu əlbəttə o Kurani tərcüməsini, yəni əsl yazanı axtaracağıq. Nurul Mişkat Nurul Mişkati fi tercümeti min əbvabi el-fütuhat aydat. Qoymayacaq bunu dəyişdirək. Mən burada belə bir şeylər yazacaqdım hələ. Fütuhat Şimdi dedik ki Şeyx Ömer Efendi ma'rufi bi Molla Kurani Nevafi kimdir? Tamam. Kitabı indi yazdıq. Bu əsər və adlar Möhyiddin Ərəbinin və İrfan məktəbinin Osmanlı dünyasında dərin izlərini göstərir. Sizin soruşduğunuz Nurul Mişkat fi tərcüməti min əbvabil fütuhat əsəri və onun ətrafındakı şəxsiyyətlər haqqında məlumatlar belədir. Əsər Nurul Mişkat. Bu kitab İbn Ərəbinin məşhur və əzəmətli əsəri olan Fütuhat-ı Məkkiyənin müəyyən bölümlərinin əbvab, tərcümə və şərhidir. İbn Ərəbinin dili çox ağır və rəmzi olduğu üçün Osmanlı alimləri sadəcə o bölümləri seçib kiçik risalələr şəklində şərh edirdilər. Şeyx Ömər Əfəndi Mehrəvi şarih və mütərcim. Mehrəvi nə deməkdir?
Mən Mehrəvi yazmadım ki. Ha, Allah Allah, qələt yazmışam da, tamam. Ömər Əfəndi mə'rufi bi. Məruf B. Tamam, tazaşdan vururuq. Şeyx Ömər Əfəndi Molla Kurani kimdir? Bu şəxs Molla Kurani adı ilə tanınan, kökəni Kuran, Əraqın şimalı ya da İranın qərb bölgələrinə aid bir məntəqə olan böyük bir alimdir. Lakin onu məşhur Şəmsəddin Molla Kurani, Fatih Sultan Məhəmmədin müəllimi ilə səhm salmaq lazımdır. Bunu ondan deyir, bir tutmayaq yəni. O kimdir? O 18-ci miladi əsrdən 12-ci hicri əsr kök salan İbn Ərəbi məktəbinin Əkbəriyyə yolunun davamçısı olan bir alimdir. Nəvai ləqəbi. Nəvaidir, burada mən yazdım. Nəvafidir, nəvai deyil. Bəlkə onu yenə o cür yazmışam. Allah Allah. Tazaşdan. Nəvafi ya da Nəvab məntəqəsinə aid olduğunu bildirir. Elmi məqami. Kökü Kurani adı onun. Birdən oxuyaq əvvəldən. Nurul Mişqat fi tərcüməti min əvvabil fütuhat əsərinin müəllifi olan Şeyx Ömər Əfəndi məşhur adı ilə Molla Kurani Nəvafi 12-ci hicri əsrin böyük alim və ariflərindən biridir. Onun kimliyi və bu əsər haqqında önəmli bilgilər bunlardır. Şeyx Ömər Əfəndi Molla Kurani Nəvafi kimdir? Kökü Kurani adı onun əslində Kürd kökənli olduğunu və Osmanlı dövründə elmi fəaliyyətlər göstərən bir ailədən gəldiyini göstərir. Nəvafi, Nəvaf ya da Nəvab məntəqəsinə aid olduğunu bildirir. Elmi məqamı. O, Mühyiddin Ərəbi məktəbinin Əkbəriyyə məktəbi önəmli şarih və mütərcimlərindən biri sayılır. Öz dövründə irfani mətnləri sadələşdirmək və tudələrə çatdırmaqla tanınıb. Nurul Mişqat kitabı haqda. Bu əsər İbn Ərəbinin ən böyük kitabı olan Əl-Fütuhat-ül Məkkiyənin müəyyən bablərinin, fəsillərinin xülasəsi və tərcüməsidir. Məqsəd, İbn Ərəbinin dili çox səqil və rəmzi olduğu üçün Şeyx Ömər Əfəndi onu daha aydın bir dilə çevirmişdir. Məzmun, kainatın yaradılışı, əsmaların təcəllisi, səə və əhatə kimi irfani bəhslər bu kitabda yer alır. Tarixi əhəmiyyət. Sizin zikr etdiyiniz 1185-ci hicri tarixi, təqribən 1771-ci miladi məhz bu kitabın köçürüldüyü ya da tamamlandığı dövrlər uyğun gəlir. Osmanlı Sultanı 3-cü Mustafa dövrünə təkyə edir. 1185 hicri ili və 10 nüsxə. Sizin əlinizdə olan yazı təm mətbə onullah göstərir ki, bu nüsxə 1181 hicridə cümə axşamı günü tamamlanmışdır. Bu, Osmanlı irfan ədəbiyyatı üçün çox qiymətli bir örnəkdir. Müşta, qışlaq, böyük ehtimalla katib ya da Şeyx Ömər özü qışı geçirdiyi bir məntəqədə, bəlkə də Hələb ya da Əraq bölgəsindəki qışlaq hökmranlıqlarında bu kitabı bitirib. Tamam. Bu kitab deyir ki, yəni elə bu 200 neçə il bundan qabaq yazılmış deyir, o tarixdə yazılıb. Yəni 259 il bundan öncəki burada yazıbdır. Deyir elə o tarixdə də bu adam, mən deyirdim bəlkə o Molla Kurani ki, Osmanlının İstanbulu fəth eləyən
Sultan Məhəmməd Fatih zamanı var idi. Onun zamanında yazılmış olar, amma burada deyir ki, yox o deyil. Amma bunu özümüzə bir şey qoyaq qalsın. Yəni bir əlamət qoyaq qalsın. Bəlkə bir ayrı zaman bunu tapa bildik nədir. Hər halda o birinci sultan oldu, bəlli oldu ki, 250 il bundan qabaq dedi ki, hansı sultanın çağında yazılıbdı? 3-cü sultan Mustafa. 3-cü sultan Mustafa zamanı deyir ki, yazılıbdı. Tamam. İkinci kitab ki, bu günləri açdıq. O çox ciddi bir kitabdır. Göylüm istər ki, bundan daha çox oxuyaq. Bu 7-ci cildidir. Əlbəttə bundan biraz indi oxuyaq, yox türkcədir ya yox, sonra qalaq. Burada əlbəttə yazıb ki, kitab ərəbcə yazıb, cildi 7-dir. Və bihi nəstəin, əvvəldə ki, biraz ərəbcə yazacaq qaydətən. Oradan geçim mən, biraz geçim aşağılıqdan, görün bu türkcədir ya yox. Bəd, əmma bədu həmdülillah, ənəviyyət, həmdün lillahi, anu, el-gafur, nə mənə? El-aziz. Hamdən lillahil azizil gafur və salatu və selamu alə Muhammedin şəfi'i yevmən nüşur. Bu fəqiri purqusus, burqusurun, bu fəqiri purqusurun əl yazıdır da. Məsələn, bu birinci əl yazıya bənzir. Niyə? Çünki ehtimalən hətta nüsxə də olsa bir şeydir, diqqətli olmuyor. Çünki bir kəlməni ilə burada qərəliyib üstü. Bu fəqiri purqusurun əksəri zamanda qəlbi purfuturinə bu əndişə və xatirə xutur və murur eylərdir ki, Allah təbarək və təala Həzrətləri əksəri əşyayı 7 ədəd üzərə icad eylədi. Orada ki, əlbəttə səb səmavat fikirəm şeydə də var, Quranda da var. Acaba bu 7 sözü Quranda səb səmavatdan sonra şeydə də varmı? Soruşaq ki, şey. Acaba Quranda yerləri və göyləri 7 gündə yaratmaq haqda bir ayət varmıdır deyə soruşsaq görək ki, belə bir şey vardır. Xeyr, Qur'an-ı Kərimdə yerləri və göyləri 7 gündə yaratmaq haqda heç bir ayət yoxdur. Qur'anda bu mövzu ilə bağlı 2 önəmli nöqtə var. 6 gün, 6 əyyam. Qur'an-ı Kərimin bir çox ayətində məcmuən 7 yerdə, yəni çox ayətdə dəyəndə 7 yerdə, yəni günlərin və yerin 6 gündə yaratdığı sərih şəkildə qeyd olunub. Örnək olaraq Əraf surəsi 54-cü ayət şübhəsiz ki, Rəbbiniz göyləri və yeri 6 gündə yaratdı. İnnə rabbəkumullazi xalqəs-səmavati vəl-ərzə fi siddəti əyyamin. Eyni mətləb Yunus 3-cü ayə, Hud 7-ci ayə, Furqan 59-cu ayə, Səcdə 4-cü ayə, Qaf surəsi 38-ci ayə, Hədid surəsi 4-cü ayələrdə təkrar olunub. 7 mərtəbə səb səmavat. 7 rəqəmi Qur'anda yaratma günləri üçün yox, göylərin təbəqəsi sayı üçün işlənilib. Bəqərə surəsi 29-cu ayət fəsəvvahünnə səb'ə səmavatin deyə. Bu əslində Turatdan gələn bir düşüncədir. İslamda da bu saxlayıbdır Həzrət Məhəmməd. Mən burada elə onu gördüm, getdim onun üstünə, yadımdan çıxdı ki, nə oxuyurduq. Deyir ki,
əksər əşyayı 7 ədəd üzərə icad eylədi və Həzrəti Məhəmməd Müstəfaya dəxi ənzəl qılan əla səb'əti əhrufin. Ehtimalen Kur'an da olabilir. Unzilel Kur'an'ı ala sab'ati ahrufin hadisinin mefhumi üzere Kur'an-ı Azim'i 7 lügat ve 7 qiraat ve üzere inzal kıldı. Ve dahi ve laqad eytennake sab'an minel mesani vel Kur'an'el Azim ayeti kerimesinin fehvası üzere hasseten ol khasai sab'a o xisالت سبع المثانی اعطا eylədi. Pəs vəli kamil oldur ki, əxlaq ilahiyyə ilə təxəllüq və usaf rəbbaniyə ilə ittisaf və təxəqqüq qılə və onun rəsulinə və varis əkməl olə və hər nə şey ki Həzrəti Xudaya əhəbb olə ol vəli kamilə dəxi əhəbb olə و هر نوصف کی حضرت نبی مجتبایه اولا گله ol varisi fazile dahi ola gələ. Tamam, kitap Türkçədir. Bu qalsın, bir ayrı gün Allah ömür verirsə bu ağır kitabdan bir neçə səfə oxuyub bunun dili ilə tanış olarıq. Bu günləri iki kitaba baxdıq. Əslində birinci kitabın üstündə təmərküz elədik. Futuhat-ı Məkkiyə ki, İbn Ərəbi Həzrətlərinin önemli kitaplarından biridir. Onun 11-ci babdan ta sonunacan tərcüməsini oxuduq. Tərcümənin adı Nur-u İzahil Müşkat fi tərcüməti min əbvabil futuhat. Ad ərəbidir, amma içi türkçədir. Mütərcim kimdir? Şeyx Ömər Əfəndi, mərufi bi Mallakürani Əfəndi, Nəvafi. Ki bu adam kitabı 259 il bundan qabaq zahirən tərcümə eləyibdi. Ya da bu nüsxə, o adam bir ayrı zaman yazıbdı, amma bu nüsxə ki bizim bu günləri oxuduq 1188-ci ildə yazılıbdı. İmzası belə vurulubdu. İki yerdə bunun tarixi vurubdu. Bir yerdə 1185, bir yerdə 1188. Əgər səhv eləmirsəm, belə bir tarix ilə qarşı-qarşıya çıxdıq kitabda. Hər halda 259 il bundan qabaq bu nüsxə yazılıbdır. Çox təxəssüsi, çox ağır irfan, fəlsəfə, məntiq hamısının istilahları bu kitabda işlənibdir və çox əcib nəzəriyyə. Elə mən birinci nəzəriyyəni dedim ki, Döktür Möhseniyan Rodun İrtibatat adında bir kitabı vardı. O kitab neçə yüz səhifədir. Əgər səhv eləmişəm 350-dən yuxarı səhifədir və biz onu bir term oxuduq, ya iki term oxuduq, yadıma gəlmir. Onu məsələn burada xülasəcə mən elə bunu oxudum, o yadıma düşdü. Ki, biz bunu 850 il bundan qabaq bu adam yazıq, 817 il bundan qabaq Futuhat-ı Məkkəniyə ərəb dilində yazmışmış. Amma biz üçün keçən 250 ildə yavaş-yavaş İslamdan sekularizm adına, tövsəə adına, inkişaf adına geçmişdən qopmuşuq. Hər şeyi sıfırdan başlamağa çalışıb və qərbi şəkildə başladığımız üçün dalıya qalmışıq. Və nəzəriyyələrə inkişaf etməyibdir. 850 il bundan qabaq adam nəzəriyyə qoyub ortaya, çoxlu qonularda, amma biz onu inkişaf elətdirməmişik, üstündə işləməmişik, ya da işləsək xəbərimiz yoxdur. Deyirik işləməmişik, mən indi burada deyirəm işləməmişəm. Hardan bilirik işləməmişik ki? Qoymayıblar biz bilək ki, bizim dədələrimiz o nəzəriyyələrin üstündə işləyiblər ya yox. Amma mən çox rahatca deyirəm ki, yazmamışıq, işləməmişik. Hardan bilirik? Mən bir zamanda bilmirdim ki, türk dilində bu qədər kitab var. İndi ən azından 600 kitab mən burada tanıtdırmışam. 323 cələsədə ən azından 600 kitab tanıtdırmışam. Türk dilində çox müxtəlif sahələrdə yazılıbdır. Bəlkə bunlardan 600 deməsək biraz az, biraz çox. Kitabların bir neçəsi təkrar olub, amma qalanların hamısı ayrı-ayrı müşəxəs bir kitablardılar. Və indi bunun yanında ərəb dilində diqqət eləsəydik, bizim dədələrimiz, türk olmaq türk olmaqdır.
yazmaq, elmi bir əsər yaratmaq həttəmən türk dilinə məxsus deyil. Hər zamanın elmi dili var. O elmi dildə ki, yaygındır, hamı onu çox düşünə bilsin, onda yazırlar. Məsələn, indi ingiliscədir. Bir zaman bundan qabaq fransızcə imiş. Ondan qabaq ərəbcə imiş. Ondan qabaq da bəlkə bir ayrı dil deyilmiş. Mənim xəbərim Yunanca imiş, nə imiş? Belə bir şeylər deyirlər. Mən bilmirəm ki, indi nə qədəri düzdür, nə qədəri yoxdur. Amma İslam dünyasında elmi dili ərəbcə imiş və sonra türkcə imiş. Yəni bundan sonra İslam dünyasında bəlkə ola bilər ordu. Ordu taza dildir əlbəttə. Çox qədimi dil deyil. Ola bilər farsı, bu da qədimi dil deyil məncə. Ola bilər məsələn nə bilim Malezi, Endonezi bunlar ha zaman müsəlman olublar. O çox ciddi bir məsələdir. Yəni cəmiyyətin bir çoxu müsəlmanlar əslində İran və Türkiyə və Misr bunlar ən çox müsəlmanı olan müsəlman yaşayan məmləkətdirlər. Amma bunların üçünün adamlarının sayını yığsan Pakistan can eləməz. İndi bunu da çox rahatca deyə bilirik ki, müsəlman ölkələrin nüfusları haqqında bilgi verər misin deyə soruşaq şey, müsəlman ölkələrin məsələn nüfuslarına görə də bir burada bir şey götürək. Deyir ki, müsəlman ölkələrin nüfusu haqqında son araşdırmalar və statistikalara əsasən dünyada müsəlmanların ümumi sayı 2 milyard nəfəri keçmişdir. Bu da dünya nüfusunun təxminən 25-ini təşkil edir. %25-ini. Maraqlı bir nöqtə budur ki, müsəlmanların ən çox yaşadığı bölgə ərəb ölkələri yox, Cənubi-Şərqi Asiyadır. Mən də bunu dedim. Ən çox müsəlman nüfusuna sahib 5 ölkə var. Kimdir? Nüfus sayısına görə ilk sırada yer alan ölkələr bunlardır. Ölkə müsəlman nüfusu təxminən Endonezi 240 milyon nəfər, Pakistan 230 milyon nəfər, Hindistan 210 min nəfər, Bəngladeş 155 milyon nəfər, Niceriya 110 milyon nəfər. Ondan sonra gəlir, məsələn, burada kim yazıbdır? Yazıbdır ki, bölgesel olaraq Asiya Pasifik müsəlmanların təxminən 62% Asiya Pasifikdə yaşır. Şimali Afrika və Xavərmiyanə Ərəb dünyası təxminən 20% orada yaşır. Afrikanın cünubu təxminən 15% orada yaşırlar və Avropa və Amerika qərələrində də biraz yaşayanlar var. Türkiyə 85 milyon ta 90 milyon, Üzbəkistan 36 milyon, Azərbaycan 10 milyon, Qəzzaqistan, Qırğızistan, Türkmənistan məcmuən 30-35 milyon. İranı da burada gətirmədi nədən isə 90 milyonda odur. Yəni diqqət eləsəz, istəyirəm bunu deyəm ki, bəlkə Endoneziyadır, Pakistandır, Bəngladeşdir, Niceriyadır. Bunlarda da ki, çox da müsəlman vardı. Onlarda da bir başqa cürə kitablar, başqa zamanlarda yazıblar. Amma biz təəssüflə tüm bunları bilmirik. Deyir, bu yoxdur. Deyir, belə farslar üçün biz indi fars mühitində zindanı eləyiblər. Biz fars dili və fars düşüncəsi mühiti zindanısıyıq. Bu fars dili zindanında olduğumuz üçün deyirik ki, ayrı bir dillər yoxdur, ayrı bir millətlər yoxdur, ayrı bir yaradıcılıqlar yoxdur. Məsələn, türkləri görmədim, tuturuq Endonezi, Malezi, Filipinlər, nə bilim, bunlar ki, indi adlarını da çəkdik, Malezini heç burada gətirməyib. Nədən isə Malezi burada görmədim. Endonezi, Malezidə müsəlman yoxdurmu? Görək ki, Malezidə bəli, həttəmən var, əksinə Malezi Cənubi-Şərqi Asiyanın ən önəmli müsəlman ölkələrindən biridir və müsəlman nüfusu bu ölkədə əksəriyyətdədir. Ötən dəfəki listidə ilk 5 böyük ölkəni nüfus sayısına görə qeyd etmişdim. Ona görə Malezi o listidə yox idi. Amma Malezinin vəziyyəti belədir. Müsəlmanın nüfusu faizi.
Malezi nüfusunun təxminən 63-dən çoxu müsəlmandır. Bu ölkənin rəsmi dinində İslamdır. Rəsmi dini İslamdır. Nüfus sayı. Malezinin ümumi nüfusu təxminən 34-35 milyon nəfərdir ki, onun 21-22 milyon nəfəri müsəlmandır. Malezidə İslamın özəllikləri, məzhəb. Malezi müsəlmanların əksəriyyəti əksəriyyət olaraq Şafii məzhəbidirlər və irfani baxımdan da Sufi təriqətlərinin o bölgədə köklü keçmişi var. Siyasət. Malezidə müsəlmanlar ölkənin siyasi və idari rəhbərliyində əsas söz sahibidirlər. Modernlik. Malezi müsəlman dünyasının həm modern texnoloji, həm də İslami bancıçılıq və iqtisad sahəsində öndə gedən ölkələrdən biri sayılır. Nədən? İlk 5-likdə yox idi. Dedik cəmiyyətinə görə. Tamam. Yəni biz təəssüflə müsəlmanlar keçən 200 ildə beynimiz elə yıxanıb ki, təəssüflə qeydib öz düşünürlərimizin düşüncələrini oxumaqdan xəbərimiz yoxdur. Deyirik və yoxdur əslən. Dedim, məsələn, mən deyirəm, mən Malezidə müsəlmanlar ya yoxdur, ya da ki, yazmayıblar. Endoneziyada, Filipinlərdə, nə bilim, orada, burada yazmayıblar. Bizim niyə? Çünki xəbərimiz yoxdur. Fars dilində zindanı olmuşuq. Və fars dilində çalışıblar, bizə deyirlər ki, bir ayrı dil yoxdur ki, fars dili ilə rəqabət eləsin. Ona görə zindan sayılır. Yoxsa dil, hər yerdə dil var. Amma o dildə əgər bizə deyirlər ki, tamam, ayrı yerlərdə də bunlar var, bu kitablar var, bu adamlar var, bu yazılar var, bunları da əldədir, oxuya bilərsiniz. Saxlayarlar əldə olanları da, amma burada İranda belə bir şey yoxdur. Cəlibdir ki, ehtimalən İranın Məclis Şurası ya kitabxana millislərinə getsəz, bir dana Malezi, Endonezi dilində əlyazma kitab tapmayasınız. Yəni, belə bir vəziyyətdə bizi geri saxlayıblar. Hər halda, çox ciddi kitabdır Fütuhat Məkkiyyə, doludur anlayışla, qavramlarla, nəsnələrlə ki, onları anlamaq özü bir təlim axtarır və mən özümü orada doğrudan deyirəm, özümü hələ aşağı tutmaram bəzi yerdə. Amma vaqəən, məsələn, nəzərimə gəldi ki, mən bu kitab haqqında əvvəl ibtidai kimi bir uşaq. O, məsələn, 4 kira səthində bir kitabdır, mən də bir əvvəl ibtidai səthində bir uşağım. Ki, kitabı oxur, amma fəqət oxur, bilmir ki, nə deyir bu kitab. Baş tapmır. Necə ki, indi məsələn, mənə deyək ki, deyirlər, dünyanın 12 dana şeyi var. Boyudu var. Mənə bunları deyəndə başımda bir yel əsir. Yəni, mən heç bilmirəm ki, nə demək, necə ola bilər. Eyni elə həman vəziyyət gəlir, şeyə düşür. Yəni, bu kitabın qarşısında. Eyni halda bir dana kitabla üzbəyizuq ki, bunu da, əlbəttə, İranda da türklər ən böyük şey yazan, Məsnəviyə şərhi yazan, Allah rəhmət eləsin, Cəfər-i Sübhani də əgər səhv eləmirəm, ya hər halda Təbrizli Cəfər-i Sübhani. Ya Sübhani deyil onun şöhrəti. Nədir onun şöhrəti? Tapım, onu taparam, burada indi gələn yazaram. Təbrizli Molla ki Məsnəvini farsca şərh edib kimdir? Görək bunun adın gəlir. Vəli Məhəmməd. Aha, bu kimdir? Cəlibdir. Bunu heç mən bilmirdim. Yaxşı oldu. Təbrizli alimlər arasında Mövlana Cəlaləddin Ruminin Məsnəvi mənəvi əsərini fars dilində şərh edən ən tanınmış və böyük sima Vəli Məhəmməd Təbrizidir. Bu şərh və müəllifin özəllikləri bunlardır. Vəli Məhəmməd Təbrizi kimdir? O, 11-ci Hicri əsrin böyük alim və ariflərindən biridir. Səfəvi dövründə yaşayıb və Məsnəvinin ən mütəbər şərhlərindən birini yazıb. Şərhin adı Cəvahirül Əsrar və Zəvahirül Ənvardır. Bu əsər ümumi surətdə Şərhi Vəli Məhəmməd Təbrizi adı ilə tanınır. Bu şərhin əhəmiyyəti ondadır ki, irfani baxış, dili əsər fars dilindədir və Məsnəvinin çətin beytlərini
aydınlaşdırmaq üçün yazılıb. İbn Ərəbi ilə əlaqəsi onu ötürək keçsin. Bu mollanı istirdim deyəm, amma bunu gətirdi, calibdir. Son əsrdə Təbrizdə Cəfər adı ilə tanınan alim ki, Məsnəviyə də şərh yazıb kimdir? Məhvəyə dedik, onda gələk yenə sılta işləyək, iştibah yazmışıq. Məhəmməd Təqi Cəfəri, bəli, gəldi. Məhəmməd Təqi Cəfəri, Allah rəhmət eləsin, 1377-də də Allahın rəhmətinə getdi. Çox da az ömr eləyibdi, 75 il ömr eləyibdi. Ölüb gedibdi. Bu da, bəli, təfsir və nəqd-i təhlili Məsnəvi Cəlaluddin Məhəmməd Moğləvi adı ilə bunun şeyi vardı. Məndə CD-si var, amma təəssüflə bu CD açılmadı. Yəni, mən çox istərdim ki, bunu oxuyam, amma onun CD-si açılmadı, bunun yazılarını mən oxuyum. Mənə bir dostum zəhmət çəkmişdi, bunları alıb göndərmişdi mənim üçün. Mən Günas TV-də olanda çox çalışdım ki, bunu oxuyam, amma təəssüflə eləyə bilmədim. Çünki istəyirəm görüm ki, türklər. Yəni, mənə demişlər, türk dünyasında bir kitab yoxdur da. Axtarırdım, laqəl fars dilində yazılmış bir türk yazan bir təfsiri oxuyayım. Necə ki, Əllamə Təbainin məsələn, oradan təfsiri ərəbcədir. Onu oxuyanda deyir ki, görüm, türk nədir düşünübdür. Hər halda, türklər lazım deyil hətmən türkcə yazmış olalar. Bunların düşüncələri türkcədir. Tamam, o dildə ki, bu günləri indi məcbur olurlar, ya satıla bilir, ya nə bilim, alına bilinir. Çünki onlar da geçinməyə məcburdular. Onda yazılır, onunla bunlar eləyə bilirlər ki, yazırlar, o dildə yazırlar. Və bizim də kitablarımız ərəbcə, türkcə, ingiliscə, farsca yaza bilərik, yazmışıq da. Bunların düzdür, o dilə xidmət olub da, yəni əslində o dilə xidmət olub da. Ola bilərdi ki, tamamən bizim dilimizə xidmət olsun, amma olmuyor. Görürük ki, Osmanlı dövrəsində təmərküz türk dilini olubdur. Bunun tərsinə ki, bizə deyiblər, o dildə olmuyor. Hər halda, beləliklə çox uzatdım bu günləri. Bu günü beləliklə qutaraq. Sağ qalın, səlamət qalın. Allah ömür verirsə bir ayrı gün. Həm bu kitabı Məsnəvini 7-ci cildinə baxarıq, həm də ayrı bir kitaba da yetişsək baxarıq. Sağ olun, sağ qalın.